Salam, hər vaxtınız xeyir. Bugün sizinlə simmetriya çevrilmələri, paralel köçürməyə aid tapşırıqların həllinə baxırıq. Birinci, A və B nöqtələri ordinat oxuna nəzərən simmetrik olarsa A və B-ni tapın. Düz xətdən nəzərən verilmiş nöqtəyə simmetrik olan nöqtənin qurulmasına baxaq. B düz xətti verilmişdir. B düz xəttinin sol tərəfdə A nöqtəsi var. A nöqtəsinə B düz xəttinin nəzərən simmetrik olan nöqtəni qurmaq lazımdır. Bu zaman A nöqtəsindən B düz xəttinə perpendikulyar çəkirik. Bu perpendikulyarın B düz xətti ilə kesişməsi O nöqtəsi olsun. Biz bu perpendikulyarın üzərində AO parçasına bərabər sağ tərəfdə parça ayırmalıyıq. Deməli, AO parçasının uzunluğunu ölçürük, baxırıq, görürük ki 7 damadır. Deməli, 2, 4, 6, 7, 7 vahiddə sağ tərəfdə qeyd edirik və B nöqtəsini işarə edirik. Burada alınan parçalar AO bərabər olur BO-ya. Yəni, bu deməkdir ki, A nöqtəsindən B düz xəttinə qədər olan məsafə B nöqtəsindən B düz xəttinə qədər olan məsafəyə bərabərdir. Belə olduqda A və B nöqtələrinə B düz xəttinə nəzərən simmetrik nöqtələr deyilir. Sualda da A və B nöqtələri ordinat oxuna nəzərən simmetrikdir və bu zaman bu nöqtələrin koordinatlarına gəlin fikir verək. Baxın, A nöqtəsi və B nöqtəsi. Əgər ordinat oxuna nəzərən simmetrikdirsə, onda A nöqtəsindən və B nöqtəsindən ordinat oxuna qədər olan məsafələr eyni olmalıdır. Sadəcə A nöqtəsinin absisi O'dan sağ tərəfi yerləşdiyi üçün, bax burada x müsbətdir, B nöqtəsinin absisi isə əks tərəfdə yerləşdiyi üçün işarə mənfidir. Amma məsafə eyni məsafədir. Qaldı ki, ordinatı y-lərə fikir versəniz, hər ikisi eyni gəlib nöqtədən keçir. Buna görə də y olduğu kimi qalır. Deməli, ordinat oxunan nəzərən simmetriyada nöqtənin absisi əksinə dəyişir, ordinatı isə olduğu kimi saxlanılır. İndi baxaq görək, bizdən baxın kiçik A və B-ni soruşur. Kiçik A nöqtəsinin ordinatıdır. B nöqtəsinin ordinatı isə -2-dir. Biz də dedik ki, ordinat olduğu kimi saxlanılır. Deməli, A -2-yə bərabərdir. Absis isə absis əksinə dəyişir. Baxırıq absisə. Deməli, birində B-dir, digərində -3-dür. Əksinə dəyişməlidir. Deməli, B-də bərabər olacaq 3-ə. İkinci tapşırıq. Nöqtələr verilmişdir. Koordinat başlanğıca nəzərən simmetrik olan nöqtələr cütünü göstərir. Əgər nöqtələr koordinat başlanğıca nəzərən simmetrikdirsə, onda onların koordinatlarına diqqətlə fikir versək, absisləri də əks olur, ordinatları da əks olur. Baxın, A nöqtəsindən O-ya qədər məsafə, B nöqtəsindən O-ya qədər, yəni O nöqtəsinə qədər məsafəyə bərabərdir. Koordinatlar isə A-da x, y-dir, B-də isə -x, -y-dir. Deməli, A nöqtəsinin koordinatları x, y, əgər koordinat başlanğıcına nəzərən simmetrik çevrilirsə, hər hansı bir B nöqtəsinə, bu zaman absis də əksinə dəyişir, koordinat da əksinə dəyişir. Biz verilmiş nöqtələrin içindən seçməliyik koordinat başlanğıcına nəzərən simmetrik olan nöqtələr. Baxırıq, 3, 5, -3, 5, B və C, -2, -1, müsbət 2, müsbət 1, D və Y, B, C, D, Y, B variantı. Üçüncü tapşırıq A və B nöqtələri koordinat başlanğıcına nəzərən simmetrikdir. A və B-ni tapın. İndi biz dedik ki, əgər A nöqtəsi koordinat başlanğıcına nəzərən simmetrik çevrilirsə B nöqtəsinə, bu zaman absisi də əksinə dəyişir, koordinatı da əksinə dəyişir. Yəni A -2-nin əksi olmalıdır, yəni A 2-yə bərabərdir. B də -3-ün əksinə bərabərdir, yəni B də 3-ə bərabərdir. Dördüncü tapşırıq A və B nöqtələri absis oxuna nəzərən simmetrikdir. Fikir veririk, absis oxuna nəzərən simmetriyaya A nöqtəsindən absis oxuna perpendikulyar çəkilir. Bu perpendikulyarın üzərində A nöqtəsindən OX oxuna qədər məsafə, deməli, nə qədərdirsə, həmin məsafəyə bərabər OX oxundan aşağıdan məsafə ayrılır. Yəni, bu zaman y-lərə fikir veririk, ordinat əksinə dəyişir, amma absis eyni olaraq qalır. Deməli, A, x, y, OX oxuna nəzərən simmetriyada çevrilir B nöqtəsinə. Absis olduğu kimi qalır, amma ordinat əksinə dəyişir. Deməli, absis olduğu kimi qalacaqsa, onda B -3-ə bərabər olacaq. Ordinat əksinə dəyişəcək. A -2-yə bərabər olacaq.
İkinci paralel geçirmede 3 mənfi 5 nöqtəsi 5 nöqtəsindən keçir. Bu paralel geçirmede mənfi 1 3 nöqtəsi hansı nöqtəyə keçir? Paralel geçirmede nöqtə eyni istiqamətdə, eyni məsafələr qədər, yəni yeni dəyişir nöqtələr arasında məsafələr saxlanılır. Paralel geçirmənin üsulu belədir. X iştirik bərabərdir X üstəgəl A, Y iştirik bərabərdir Y üstəgəl B. Deməli, 3 mənfi 5 nöqtəsi 5 nöqtəsindən keçir. Gəlin baxaq. 3 mənfi 5 keçir 5 nöqtəsinə. Sonraki apsis 5'dir, əvvəlki apsis 3'dür. Yəni x iştirik 5'e bərabərdir, x isə 3'e bərabərdir. X iştirik 5, x 3, y iştirik 5, y mənfi 5. Gəlin biz burada istifadə edirik. X iştirik bərabərdir, x üstəgəl A, yəni 5 bərabərdir. 3 üstəgəl A. Buradan A'nı tapırıq. A bərabərdir 2. Y iştirik bərabərdir, y üstəgəl B. O zaman B'ni tapırıq. B bərabər olur 10. Deməli, bu paralel keçirmədə mənfi 1 3 nöqtəsi hansı nöqtəyə keçəcək? Mənfi 1 3. Bu paralel keçirmədə A'sı 2, B'si 10 olan paralel keçirmədə hansı nöqtəyə keçəcək? Mənfi 1'in üzərinə 2 əlavə edirik. 1. 3'ün üzərinə 10 əlavə edirik. 13. 1, 13 nöqtəsinə. 6. sual. A ve B nöqtələri koordinat başlanğıca nəzərən simmetrikdir. Dedik ki, koordinat başlanğıca nəzərən simmetriyada nöqtənin apsisi də əksinə dəyişir, koordinatı da əksinə dəyişir. Əgər birində A, digərində 2'dirsə, A mənfi 2'ye bərabər olmalıdır. Birində 3, digərində B'dirsə, ordinatlar B'də 3'ün əksinə mənfi 3'e bərabər olmalıdır. 7. sual paralel keçirmədə 2 mənfi 1 nöqtəsi 3 mənfi 4 nöqtəsindən keçir. Dedik ki, paralel keçirmə zamanı nöqtələr eyni istiqamətdə, eyni məsafə qədər yerini dəyişir və qaydanması x iştirik bərabərdir x üstəgəl A, y iştirik bərabərdir y üstəgəl B. Deməli, sonraki nöqtənin apsisi 3'dür. 3 bərabərdir. Əvvəlki nöqtənin apsisi 2'dir. 2 üstəgəl A. A bərabərdir 1. Sonraki nöqtənin ordinatı mənfi 4'dür. Mənfi 4 bərabərdir. Əvvəlki nöqtənin ordinatı mənfi 1 üstəgəl B. B bərabərdir mənfi 3. Deməli, bu paralel keçirmədə, yəni A'sı 1, B'si mənfi 3 olan paralel keçirmədə 3 mənfi 4 nöqtəsi hansı nöqtəyə keçəcək? Deməli, A'sı 1, B'si mənfi 3 olan paralel keçirmədə 3 üstəgəl 1, 4, mənfi 4 üstəgəl mənfi 3, mənfi 7. Deməli, cavabımızdır mənfi 7. Baxırıq 8-ci tapşırığa. X, Y müstəvisinə nəzərən K nöqtəsi ilə simmetrik olan nöqtəni tapın. K'nın koordinatlarına fikir verin. 3 koordinatı var. Bu fəzada düzbucaqlı koordinat sisteminə aiddir. Fəzada götürülmüş istənilən O nöqtəsində cüt perpendikulyar olan 3 düz xətt keçirdikdə alınan koordinat sisteminə fəzada düzbucaqlı koordinat sistemi deyilir. Deməli, OX oxu apsis oxu, OY oxu ordinat oxu, OZ oxu isə aplikat oxu adlanır. Baxın, aşağıya doğru yönəlmiş OX oxunun müsbət yarım oxudur. Qırıq-qırıq xətlərdən göstərdiyim isə mənfi yarım oxudur. Baxın, hər bir oxu üçün yuxarı hissə OZ, aplikat oxunun müsbət hissəsidir, sıfırdan aşağı mənfi hissəsidir. Sıfırdan sağa doğru OY. Deməli, müsbət yarım oxudur, sıfırdan sola doğru mənfi yarım oxudur. Yəni, bu deməli, koordinat oxları bir-biri ilə cüt perpendikulyardır. Fəzadan, kənardan təsvir olduğu üçün OX oxu bax belə əyri xətt kimi təsvir olunur, amma real həyatda bunlar üçü də bir-birinə perpendikulyardır. Deməli, X, Y müstəvisinə nəzərən K nöqtəsi ilə simmetrik olan nöqtəni tapın. X, Y müstəvisi, baxın, OX və OY yarımoxundan müstəvi keçirdikdə alınan, bax, bu müstəvi X, Y müstəvisi deyilir. Bir tərəfi OX oxu, digər tərəfi isə OY oxudur. OZ və OY-dən əgər keçirsəydik, olardı ZY müstəvisi, OX və OZ oxundan keçirsəydik müstəvisini, olardı X, Y müstəvisi və s. İndi K nöqtəsinin gəlin qurulmasına baxalım, nöqtənin fəzada koordinat sistemində necə qurulurlar. Deməli, açısı 2'dir, müsbət 2'dir, OX-un müsbət yarımoxunun üzərində 2'ni qeyd edirik. Deməli, ordinatı 0'dır, 0 bax, bu koordinat başlanğıcıdır. Mənfi 3 aplikatıdır. Deməli, mənfi olduğu üçün 0'dan aşağı hissədə mənfi 3'ü
qeyd edirik və K nöqtəsi necə qurulur? Əvvəlcə 2 sıfıra baxırıq. Necə ki, düzbucaqlı koordinat sistemində koordinatlardan biri sıfırdırsa, baxın, apsis 2, ordinat 0. Bu zaman nöqtə apsis oxunun üzərində qeyd olunur. Eyni qayda ilə hələlik 2 və 0 koordinatlarına görə nəticə buradadır, yəni nöqtə buradadır. Sonra birləşdiririk -3-ünə. 2 -3. Baxın, -3 applikat oxu üzərində qeyd olunub. İndi nöqtəni qurmaq üçün biz oxlara paralellər çəkirik. Baxın. OZ oxuna 2-dən paralel çəkirəm və OX oxuna da -3-dən paralel çəkəcəm. Bunlar kəsişəcək. Həmin o kesişdiyi nöqtəyə yazacağım K nöqtəsi. Bu K nöqtəsi burada apsisi 2, ordinatı 0, aplikatı isə -3. Şimdi bu K nöqtəsinə biz x, y müstəvisinə nəzərən simmetrik olan nöqtəni qururuq. Verin K nöqtəsi x, y müstəvisinin aşağı hissəsində, yəni x, y müstəvisinin altında qalır. Deməli, biz K nöqtəsindən x, y müstəvisinə perpendikulyar çəkməliyik. Bu perpendikulyarı yuxarı tərəfə qaldıraraq onun üzərində K-yə simmetrik olan nöqtəni ayırmalıyıq. Bunun üçün -3, deməli, əks tərəfə müsbət yarımoxun üzərində müsbət 3-ə çevriləcək, yəni simmetrikdirsə məsafələr eyni olmalıdır. Və biz baxın, bu qırıq-qırıq xətti 2-dən yuxarıya doğru qaldırırıq və 3-dən də yenə də OX oxuna paralel çəkirik. Yəni bunların üzərində bir paralelogram qurulmalıdır. Və kəsişmədə biz qeyd edirik, K işləyirik. K-yə simmetrik olan nöqtə. Apsisinə fikir verin, 2-dir. Ordinatı yoxdur, ordinat 0-dır. Deməli, 2, 0, aplikatı isə 3-ə bərabərdir. Deməli, bir-birinə simmetrik olan K və K işlıq nöqtələrinə fikir veririk. Onların apsisi və ordinatı olduğu kimi qaldı, aplikatı əksinə dəyişdi. Bizə x, y müstəvisinə nəzərən deyirdi. Deməli, x, y müstəvisinə nəzərən simmetrik dediyi üçün x və y olduğu kimi qaldı. Aplikat z koordinatı əksinə dəyişdi. Siz belə də əzbərləyirsiniz. Əgər x, y-in adı çəkiləcəksə, yəni x, y-ə nəzərən simmetrik deyəcəksə, x olduğu kimi qalacaq, y olduğu kimi qalacaq, bunlara fikir verməyəcək. Z-də aplikatı əksinə dəyişəcək, yəni simmetrik nöqtəmiz olacaq 2, 0, -3-ün əksi 3. Bu da olacaq B variantı. Dokuzda YZ müstəvisinə nəzərən M nöqtəsi ilə simmetrik olan nöqtəni tapın. YZ müstəvisinə nəzərən dediyi üçün Y və Z ilə işimiz yoxdur. Burada əksinə dəyişən apsisi olacaq. Deməli, M' nöqtəsinin apsisi olacaq -1, ordinat -1 olduğu kimi qalacaq, aplikat 5-də olduğu kimi qalacaq. 10-cu sual. Hansı fiqurun simmetriya oxu yoxdur? Simmetriya oxu nə deməkdir? Biz nisbətən nəzərən simmetriya haqqında danışmışdıq. Deməli, əgər simmetriya oxuna nəzərən fiqurun uyğun nöqtələri, yəni bütün uyğun nöqtələri bir-biri ilə simmetrikliyi təşkil etsə, onda deyirik ki, bu ox simmetriya oxudur. Məsələn, baxın, sağ-sol nöqtələrə fikir verin. Bax, bu nöqtələr hamısı diagonala nəzərən simmetrikdir. Yəni, bu nöqtələrdən diagonala qədər olan məsafələr bir-birinə bərabər olur. Ona görə də, yəni, rombun diagonalları onun simmetriya olur. Düzbucaqlının tərəflərinin orta perpendikulyarları olur onun simmetriya oxu. Kvadratda isə kvadratın diagonalları düzbucaq altında kəsişir, həm də tərəfinin orta perpendikulyarları. Çünki o həm də düzbucaqlı olduğu üçün düzbucaqlıda baxın, tərəflərinin orta perpendikulyarları simmetriya oxudur. Kvadrat da tərəflər bərabər olan düzbucaqlıdır. Onun da tərəflərinin orta perpendikulyarları simmetriya oxunur. O həm də tərəfləri bərabər, yəni bucaqları, düz bucaq olan rombdur, kvadrat. Buna görə rombun diagonalları simmetriya oxunur. Kvadratın da diagonalları simmetriya oxudur. Yəni kvadratın 4 simmetriya oxu var. Parçanın da ucu nöqtələri var, başlanğıc son nöqtələri var. Təm ortasından biz simmetriya oxu çəkə bilərik. Amma düzbucaqlı trapesiyaya gəldikdə, düzbucaqlı trapesiyaya fikir verək. Düzbucaqlı trapesiyanı biz necə bölək ki, həmin düz xəttin simmetriya oxu olsun? Yəni, bax, belə şaquli çəksəyə yenə olmayacaq, sağ-sol fərqlidir və yaxud üfüqi çəksəyə yenə olmayacaq, yəni fərqlidir sağ-sol.
Deməli, düzbucaq trapesiyanın simmetriya oxu yoxdur. Hansı fiqurun simmetriya oxu yoxdur? Deməli, parçanın dediyi var, rombun da simmetriya oxu var. Bərabər yan trapesiyanın da simmetriya oxu olacaq. Çünki tən ortadan bölürük, sağ solu eynidir. Deməli, olacaq bərabər yan trapesiyanın. Düzbucağının da dediyi var. Şuaya fikir verək. Şuada olmayacaq. Çünki şuanın başlanğıcı var, sonu yoxdur. Məsələn, AB şuası. Axı, biz sağ tərəfə bunu sonsuz uzada bilərik. Biz bunu hardan bölək ki, onda simmetrikliyi alınsın. Yəni, buna görə şuanın simmetriya oxu yox. Parçanın var, amma şuanın yox. 12'də kvadratın neçə simmetriya oxu var? Biz artıq bunu dedik ki, kvadratın 4 simmetriya oxu var. İkisi onun diagonallarıdır. İkisi isə tərəflərinin orta perpendikulyarlarıdır. Düzbucağının neçə simmetriya oxu var? Bunu da şəkildə göstərdim sizə. Tərəflərinin orta perpendikulyarları, yəni 2 simmetriya oxu var. 14-cü sualda OZ oxuna nəzərən M nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapın. Fəza koordinat sisteminə aiddir. Biz buna aid tapşırıqlar işlədik. Dedik ki, hansının adı çəkilsə, o qalacaq, digəri dəyişəcək. Deməli, bizim həll elədiyimiz tapşırıqlarda müstəvilərə nəzərən deyildi. X, Y müstəvisinə nəzərən və yaxud YZ müstəvisinə nəzərən. Burada bir oxa nəzərən deyilir. Yəni, Z oxuna, OZ oxuna nəzərən, aplikat oxuna nəzərən. Deməli, söhbət bir koordinatdan gedib. Burada Z qalacaq. Z qalacaq. Z-lə işimiz yoxdur. Adı çəkilməyənlər əksini dəyişəcək. 1 və 2 əksini dəyişəcək. Deməli, simmetrik olan nöqtə M ştrixin apsisi -1, ordinatı -2, aplikatı isə olduğu kimi qalacaq. -1, -2, 4. Baxın, B variantı. On 5-ci sualda A və B nöqtələri Y bərabərdir X düz xəttinə nəzərən simmetrik olarsa A və B-ni tapın. Əlcə Y bərabərdir X düz xətti haqqında danışaq. Bu düz xətt hansı düz xəttidir? Baxın, şəkildə mən göstərmişəm sizin üçün. Y bərabərdir X düz xətti 1-ci və 3-cü rüblərin təm böləni olan düz xəttdir. Bu düz xəttdən nəzərən nöqtələr bir-birinə simmetrik olarlarsa, onların apsisləri və ordinatlarına gəlin fikir verək. A nöqtəsinin apsisi -4 idi. B nöqtəsinin ordinatı -4 olur. A nöqtəsinin ordinatı 3 idi. B nöqtəsinin apsisi 3 olur. Yəni, X və Y yerini dəyişir. Yəni, A-nın koordinatları əgər X, Y-dirsə və biz A nöqtəsinə deməli, Y bərabərdir X düz xəttinə nəzərən simmetrik nöqtə axtarırıqsa və o B nöqtəsinə çevrilirsə, onda B nöqtəsinin apsis və ordinatı yerini dəyişəcək. Yəni, A-nın apsisi onun ordinatı olacaq, ordinatı isə apsisi olacaq. Bax belə. Və fikir verək. Deməli, A nöqtəsinin apsisi -4 idi. Deməli, B nöqtəsinin ordinatı -4 olacaq. Yəni, B -4-ə bərabər olacaq. A nöqtəsinin ordinatı A idi. B nöqtəsinin apsisi deməli 3'dür. Deməli, A bərabərdir 3'ə. Çünki X, Y-ə, Y isə X-a çevrilir. Bizdən də elə A və B-ni soruşurdu. Baxın, mən burada sizin üçün Y bərabər X düz xəttinə nəzərən deməli, simmetrik çevrilən A və B nöqtələrini göstərmişəm. A nöqtəsindən Y bərabərdir X düz xəttinə perpendikulyar çəkilir. Həmin perpendikulyarın üzərində bərabər məsafələr ayrılır. Bərabər məsafələr. Həmin o bərabər məsafələrə görə koordinatlara fikir veririk. Koordinatlar görürsünüz necə düşür. 3, -4. -4, 3. Yəni, apsis və ordinat yerin dəyişir. Bu da oxşar sualdır. Sadəcə fərq nədir? Burada Y bərabərdir -X düz xəttindən söhbət gedir. Y bərabərdir -X düz xətti göstərmişəm sizin üçün. Baxın, burada 2-ci və 4-cü rüblərin təm böləni olan düz xəttir. A nöqtəsi koordinatları 4, 3. Biz A nöqtəsinə Y bərabərdir -X düz xəttinə nəzərən simmetrik nöqtə qururuqsa, A nöqtəsindən Y bərabərdir -X düz xəttinə perpendikulyar çəkirik. Həmin perpendikulyarın üzərində bərabər məsafələr ayrılır və bu zaman koordinatlara fikir veririk. A'nın koordinatları 4, 3. B'nin koordinatı -3, -4. 4 ilə 3 yerini dəyişib 3, 4 olur. Həm də işarəsini dəyişib fikir verirsiniz. Ona görə də əgər A nöqtəsinin koordinatları X, Y-dirsə və biz
A nöqtəsinə y bərabərdir mənfi x düz xəttinə nəzərən simmetrik nöqtə axtarılırsa, bu zaman absis ordinat yerini dəyişir, həm də işarəsini dəyişir. Yəni y gəlir absisin yerinə, həm də işarəsini dəyişir. Mənfi y, mənfi x olur. İndi buna nəzərən biz sualımıza cavab verək. Baxın. Deməli, A-nın absisi 4 idi. Deməli, B-nin ordinatı 4 olacaq, amma işarə də əksinə dəyişəcək. Deməli, B bərabər olacaq 4-ün əksinə, mənfi 4. B-nin absisi mənfi 3 idi. Deməli, A-nın ordinatı mənfi 3-ün əksi olacaq. Yəni, A bərabər olacaq 3-ə. A3, B mənfi 4. Baxın, Y variantı. On 7-ci sual yenə paralel köçürməyə aiddir. Bizə düsturları verib burada x' bərabərdir, x çıxılsın 3, y' bərabərdir, y üstəgəl 1 və biz paralel köçürmə düsturlarını demişdik ki, x' bərabərdir, x üstəgəl a, y' bərabərdir, y üstəgəl 1. Biz buradan a-nı və b-ni təyin edə bilərik. Deməli, a mənfi 3'dür. B isə, baxın buradan görünür, b isə 1'ə bərabərdir. Və bu paralel köçürmədə 2-1 nöqtəsi, 2-1 nöqtəsi hansı nöqtəyə çevrilir? Bilir ki, A-nı x-in üzərinə gəldik, B-ni də y-in üzərinə gəldik. Yəni, x2 idi, üzərinə A gəlirik. Yəni, 2-nin üzərinə mənfi 3'ü əlavə edirik. Olur mənfi 1. Deməli, bax, burada mənfi 1'dir. Ordinatın üzərinə, y-in üzərinə B-ni əlavə edirik. 1 üstəgəl 1, bizə verir 2. Deməli, mənfi 1, 2 nöqtəsinə çevrilir. Baxın, Y variantı. 18-ci sualda oxşar sualdır. X' bərabərdir, x çıxılsın 1. Düsturumuz x' bərabərdir, x üstəgəl a. Deməli, a burada olur mənfi 1. Y' bərabərdir, y çıxılsın 3. Y' bərabərdir, y üstəgəl b düsturudur. B olur burada mənfi 3. Və bu paralel köçürmədə mənfi 1, 0 nöqtəsi çevriləcək. Mənfi 1'in üzərinə mənfi 1 əlavə edirik. Mənfi 2. 0'ın üzərinə mənfi 3 əlavə edirik. Mənfi 3, mənfi 2, mənfi 3 nöqtəsi D variantı. 19. Y bərabərdir mənfi 1 düz xəttinə nəzərən A nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapın. Düzbucaqlı koordinat sistemi çəkək. Düzbucaqlı koordinat sistemində təsvir edək. Gəlin baxaq. Y bərabərdir mənfi 1 düz xəttindən söhbət gedir. Gəlin Y bərabərdir mənfi 1 düz xəttini çəkək. Bilirik ki, bu sabit funksiyadır. Absis oxuna paralel olan düz xəttir. Y-in mənfi 1 koordinatından keçib absis oxuna paralel olan düz xəttir. Y bərabərdir mənfi 1 düz xəttir. Və A nöqtəsi var. Koordinatları mənfi 2, 3. Biz bu nöqtəni qeyd edirik. Mənfi 2, 3. A nöqtəsi bax burada yerləşir və biz A nöqtəsinə Y bərabərdir mənfi 1 düz xəttinə nəzərən simmetrik nöqtə qurmalıyıq. Bunun üçün A nöqtəsindən Y bərabərdir mənfi 1 düz xəttinə perpendikulyar çəkirik və bu perpendikulyarın uzunluğuna baxırıq. Deməli, 0-dan 1 vahid aşağıda idi və 3 vahid də yuxarıda A nöqtəsinin ordinatı idi. Deməli, bax, burada 4 vahid məsafə var. A nöqtəsindən Y bərabərdir mənfi 1 düz xəttinə qədər məsafə 4 vahiddir. Deməli, biz 4 vahiddə ona bərabər parça Y bərabərdir mənfi 1 düz xəttindən aşağıda ayırmalıyıq. Yoxlayaq 1, 2, 3, 4. Bura qədər gəlməlidir. Deməli, bax, burada olacaq A-ya simmetrik olan nöqtə, H' nöqtəsi. Ordinatı mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5. Buraya gəlib düşəcək. Yəni, Y bərabərdir mənfi 1 düz xəttindən H' nöqtəsinə qədər məsafə də 4'ə bərabər olacaq. Bu zaman A və H' nöqtələrinə Y bərabərdir mənfi 1 düz xəttinə nəzərən simmetrik olan nöqtələr deyilir. Deməli, H'-in absisi olduğu kimi saxlanıldı. Mənfi 2, ordinatı isə mənfi 5'ə bərabər oldu. Baxın, bu təsvir üzərində izahı və hazır düsturu da var. Deməli, əgər A nöqtəsinin koordinatları x, y-dirsə və Y bərabərdir A düz xəttinə nəzərən simmetrik çevrilmədə
A'nın çevrildiği açlıq nöqtəsinin apsisi olduğu kimi saxlanılır. Ordinatını tapdıqda isə 2-ni A'ya vurub əvvəlki ordinatı çıxırlar. 2A çıxılsın Y. Gəlin düsturun köməyi ilə də baxaq. A nöqtəsinin koordinatları -2, 3. Y bərabərdir. -1 düz xəttinə nəzərən simmetrik çevrilir. Bu zaman apsis olduğu kimi saxlanılır. Ordinatı tapdıqda isə -1 2-yə vurulur. -1 vurulur 2-yə və çıxırıq əvvəlki ordinatı 3-ü. Bu da -5-ə bərabər olur. Bax, bu da düstur yolu ilə həlli. Baxırıq 20-ci tapşırığa. Y bərabərdir 3 düz xəttinə nəzərən A nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapın. Y bərabərdir 3 düz xəttə necə çəkilir? Bu sabit funksiyadır. Biz demişdik ki, sabit funksiyanın qrafiki ordinat oxuna perpendikulyar olub, apsis oxuna paralel olan düz xəttir. Y bərabər 3 olduğu üçün ordinat oxu üzərində 3-ü qeyd edirik və apsis oxuna paralel olan düz xətt çəkirik. İndi A nöqtəsi var, koordinatları 2 və -1. Biz həmin nöqtəni quraq. Apsisi 2, ordinatı -1. A nöqtəsi bax buradadır. 2, -1. Bizdən nə tələb olunur? A nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapın. Həmin baxın, bu Y bərabərdir 3 düz xəttinə nəzərən A nöqtəsinə simmetrik olan nöqtəni qurmalıyıq. Biz demişdik ki, oxa nəzərən simmetriyada, düz xəttə nəzərən simmetriyada nöqtədən həmin düz xəttə perpendikulyar çəkmək lazımdır. Yəni biz A nöqtəsindən Y bərabərdir 3 düz xəttinə perpendikulyar çəkirik və bu perpendikulyarın üzərində bərabər məsafə ayırmalıyıq. Yəni A nöqtəsindən Y bərabərdir 3 düz xəttinə qədər məsafə nə qədərdirsə, həmin məsafəni eyni vahid burada yuxarıda artırmalıyıq. Baxırıq, -1-dən baxın, aşağı hissədə koordinatı -1-dir. -1-dən sayırıq 1, 2, 3, 4 vahid. Deməli, Y bərabərdir 3 düz xəttinə qədər məsafə 4 vahiddir. 4 vahid də yuxarı qalxmalıyıq. Deməli, 1, 2, 3, 4. Koordinatı 3 idi, gəlib çıxacaq 7-yə. Baxın, 4 vahid də artırdıq. Deməli, bax, burada nöqtə qeyd edirik. B nöqtəsi. Həmin bu B nöqtəsinin apsisini gəlin fikir verək və apsisi 2, ordinatı isə 7-dir. Apsisi 2, ordinatı 7. Kəsişməni hər hansı bir C ilə işarə etsək, AC bərabərdir BC qarşısına. A-dan düz xəttə qədər olan məsafə AC, B-dən düz xəttə qədər olan məsafə BC-yə bərabərdir. Hansı düz xəttdən söhbət gedir? Y bərabərdir 3 düz xəttindən. Ona görə də B və A nöqtələri Y bərabərdir 3 düz xəttinə nəzərən simmetrik nöqtə hesab olunur. Bunun hazır düsturu da var. Məsələn, A nöqtəsi koordinatları x idi və deyilir ki, Y bərabərdir A düz xəttinə nəzərən bu nöqtəyə simmetrik olan nöqtə qurun. Simmetrik nöqtənin apsisi olduğu kimi qalacaq. Ordinatını tapanda 2-ni vururuq, bax bu A-ya. Çıxırıq əvvəlki ordinatı Y-i. Gəlin yoxlayaq. Baxın, B nöqtəsinin koordinatlarını. Qısa demişdik, olduğu kimi qalır. Baxın, 2 idi, elə 2 olduğu kimi qaldı. Y-i 2-ni vururuq A-ya. A neçə idi bizdə? Baxın, 3 idi. 2 vurulsun 3, çıxılsın A-nın əvvəlki ordinatı. Əvvəlki ordinatı nə idi? -1. Çıxılsın -1. Bu da bizə nə verir? 2, 6 çıx -1 etdi. Baxın, həmin koordinatlar alındı. 2, 7. Bax, bu hazır düsturu əzbərləyə edə bilərsiniz. Təsvirdə başa düşməyiniz daha yaxşıdır. 21. A və B nöqtələri C nöqtəsinə nəzərən simmetrik olarsa, A və B-ni tapın. Nöqtəyə nəzərən biz simmetriyada demişdik ki, əgər C nöqtəsinə nəzərən A və B nöqtələri simmetrikdirlərsə, onda AC bərabər olmalıdır BC-yə. Yəni C, A və B-nin orta nöqtəsi olur. Əgər orta nöqtədirsə, orta nöqtənin tapılması qaydasından istifadə edə bilərik. X orta bərabərdir, X1 çəkər, X2 üstün 2, Y orta bərabərdir
Y1 ise gel Y2 bölünsün 2. Deməli, C orta nöqtədir. 1 bərabərdir. 2 üstəgəl B çıxılsın 3. Böl 2. Buradan B'ni tapmaq olar. Digər tərəfdən C'nin ordinatı 3 bərabərdir. Y1 üstəgəl Y2. Y1 A üstəgəl 5'dir. Üstəgəl 4. Bölünsün 2. Deməli, burada 2'də mənfi çıxanda mənfi 1'dir. Yəni B çıxılsın 1 bərabərdir. 2'də 1'ə vurulur 2. B olur 3. A üstəgəl 9 bərabərdir. 2 3'ə vurulur 6. A bərabər olur. Mənfi 3'ə. Bizdən A və B'ni soruşurdu. Deməli, mənfi 3, 3. Mənfi 3, 3 Y variantı. Mən bu şəkildə də göstərmişim sizin üçün. Baxın. Deməli, A'nın koordinatları 2, 2. B'nin koordinatları 0, 4. A'nı B'ni getirip yerini yazanda A mənfi 3. Getirip bak burada yerini yazanda mənfi 3 üstəgəl 5, 2. A'nın koordinatları 2, 2 olur. Bakın burada təsvir etmişəm. Bakın A nöqtəsi əksisi 2, ordinatı 2. Getirip B nöqtəsini yerinə qoyanda B'nin qiyməti 3 idi. 3 çıxılsın 0. 0, 4. Bakın B'nin koordinatlarının əksisi 0. Ordinatı 4. Deməli B nöqtəsi də buradadır. Deməli söhbət bu AB parçasından gedirmiş. C orta nöqtəymiş. C'nin də koordinatlarına fikir verin. 1, 3. Bakın 1, 3. Həqiqətən də C A və B'nin orta nöqtəsinin koordinatlarıdır. Orta nöqtənin koordinatlarını tapanda uç nöqtələrin koordinatlarını toplayıb 2'ye bölürük. Bakın C'nin apsisi 1'dir. A'nın apsisi 2, B'nin apsisi 0. 0 üstəgəl 2 bölünsün 2 bərabər olur 1'ə. A'nın ordinatı 2'dir, B'nin ordinatı 4. 4 üstəgəl 2, 6 bölünsün 2 bərabər olur 3'ə. Deməli, əgər C nöqtəsinin nəzərə simetrik etdirsə, deməli biz orta nöqtənin koordinatlarından istifadə edə bilərik. %22'də oxşar sualdır. C nöqtəsinin nəzərə simetrikdirlər. Sadəcə mən bax belə başa salmaqdan ötürü belə bir parça çəkirəm. A'nın koordinatlarını yazıram. Açıq 4, 6. B'nin də koordinatlarını yazıram. 3, B üstəgəl 2. C'yə nəzərə simetrikdirlər. C olur tən ortada. C'nin koordinatları mənfi 4, 2. C orta nöqtədir. Yəni AC məsafəsi BC məsafəsinə bərabər olmalıdır. Buna görə də biz yəni orta nöqtənin tapılması qaydasından istifadə edirik. Deməli, X orta bərabərdir. X1 üstəgəl X2 bölünsün 2. X orta nədir? Mənfi 4. Mənfi 4 bərabərdir. X1 və X2. X1 açıq 4 üstəgəl X2 bax B'nin apsisi 3 bölü 2. Deməli, açıq 1 bərabər olacaq. 2 bölü mənfi 4, mənfi 8. Mənfi 8 üstəgəl 1, mənfi 7. İndi ordinat üçün Y orta bərabərdir. Y1 üstəgəl Y2 bölünsün 2. Y orta nədir? 2. Y1 6, Y2 B üstəgəl 2 bölünsün 2. B üstəgəl 8 bərabərdir 2 bölü 2, 4. B bərabərdir mənfi 4. Bizdə də A və B'ni soruşulur. Mənfi 7, mənfi 4, B variantı. 23 A və B'nin qərar verilmişdir. AB parçasının C orta nöqtəsi ilə o x-oxuna nəzərən simetrik olan nöqtəni tapın. Deməli, biz AB parçasının orta nöqtəsini tapırıq. Orta nöqtə dedik ki, x orta bərabərdir. X1 üstəgəl X2 bölünsün 2. Deməli, 5 üstəgəl mənfi 15. X orta bərabərdir. 5 üstəgəl mənfi 15 bölü 2. Bu da bizə verir mənfi 5. Y orta Y1 üstəgəl Y2 bölünsün 2. Yəni mənfi 6 üstəgəl 20 bölünsün 2. Bu da bizə verir 7. Deməli, C orta nöqtə idi. C'nin koordinatları olur mənfi 5, 7.
Bax bu S nöqtəsi ilə OX oxuna nəzərən simmetrik olan nöqtəni tapın. OX oxuna nəzərən simmetriyanda biz izah etmişdik. OX oxuna nəzərən simmetriyada X olduğu kimi qalır, apsis olduğu kimi qalır. Ordinat əksini dəyişir. Yəni çevrilirsə eşitlik nöqtəsinə apsis olduğu kimi qalır. -5 ordinat əksinə dəyişir, olur -7. -5, -7 B variantı. 24'də oxşar sualdır. AB parçasının C orta nöqtəsi. Deməli, X orta bərabər olacaq. X1 üstəgəl X2. 7 üstəgəl -13 bölü 2. Deməli, -6 bölüsün 2, -3. Y orta bərabər olacaq. Y1 üstəgəl Y2. -4 üstəgəl 28 bölü 2. 24 bölü 2, 12. Deməli, C'nin koordinatlarını tapdıq. -3, 12. Və bu nöqtəni o Y oxuna nəzərən simmetrik olan nöqtəsini tapırıq. O Y oxuna nəzərən simmetriyada Y olduğu kimi qalır, apsis əksini dəyişir. Yəni -3 çevriləcək əksinə 3-ə, ordinat isə olduğu kimi saxlanılır. 3, 12. 25 o X müstəvisinə nəzərən A nöqtəsinə simmetrik olan nöqtəni tap. O X müstəvisi yəni qısa olaraq X müstəvisi deməkdir. X və Z olduğu kimi qalacaq. Adı çəkilməyən Y əksinə dəyişəcək. Yəni A iştirik olacaq 3, -5, 4. 3, -5, 4. A variantı. 26'da o X Y müstəvisinə nəzərən B nöqtəsinə simmetrik olan nöqtə. Deməli, X, Y. X, Y qalacaq. Adı çəkilməyən Z əksinə dəyişəcək. 2, 1, -6. 27. O Y, Z müstəvisinə nəzərən Y, Z olduğu kimi qalacaq. Demişdirik, bərabərdir. -1 əksinə dəyişəcək, 1'ə çevriləcək. 2 ilə 1 isə olduğu kimi qalacaq. 1, 2, 1. D variantı. 28 A və B nöqtələri verilmişdir. Paralel köçürmədə A nöqtəsi AB parçasının orta nöqtəsinə keçir. Bu paralel köçürmədə M nöqtəsi hansı nöqtəyə keçir? Deməli, biz əvvəlcə AB parçasının orta nöqtəsini tapmalıyıq. AB parçasının, bax, burada elə belə bir dənə parça çəkirəm. AB parçası. Bunun orta nöqtəsi olsun C. Yəni AC bərabərdir BC. AC bərabərdir BC. Baxın, bu orta nöqtənin koordinatlarını tapaq. Deməli, X orta bərabərdir. -9 üstəgəl 5 bölünsün 2. -2. Y orta bərabərdir. 4 üstəgəl 6 bölü 2. Bu da bərabərdir 5. Biz C nöqtəsinə orta nöqtənin koordinatlarını tapdıq. -2, 5. Və həmin baxın, burada nə deyilirdi? Paralel köçürmədə A nöqtəsi AB parçasının orta nöqtəsinə keçir. Yəni A nöqtəsinin koordinatları -9, 4'dür. Paralel köçürmədə keçəcək C nöqtəsinə. -2, 5 nöqtəsinə. İndi biz burada paralel köçürmə düsturlarını yadımıza salaq. X iştirak bərabərdir, X üstəgəl A, Y iştirak bərabərdir, Y üstəgəl B. X iştirak sonrakıdır. Sonraki baxın -2'dir. X əvvəlkidir. Əvvəlki -9'dur. Deməli, -2 bərabərdir, -9 üstəgəl A. Buradan A bərabər olur 7'yə. Y iştirak sonrakıdır. 5. Y əvvəlkidir. 4. 4 üstəgəl B. B burada bərabər olur 1'ə. Biz paralel köçürmədə A-nı və B-ni tapdıq. İndi bizdən nə soruşur? Bu paralel köçürmədə M nöqtəsi hansı nöqtəyə keçər? M nöqtəsinə baxaq. Koordinatları 3, 8. Baxın, həmin bu paralel köçürmədə A-sı 7, B-si 1 olan paralel köçürmədə çevriləcək M iştirak nöqtəsinə. A-nı apsisin üzərinə gəlirik. 3'ün üzərinə. Olur 10. B-ni də ordinatın üzərinə. 8'in də üzərinə 1 gəlir. Olur 9. Deməli, 19. 19. Bu da verilir bizə A variantında. 29. Oxşar sualdır. Yenə də AB parçasının orta nöqtəsi tapırıq. Sadəlik üçün, yəni başa düşməkdən ötürü mən bir dənə burada elə belə AB parçası çəkirəm. Təm ortasını C yazıram. Yəni
baxanda başa düşəsiniz deyə AC bərabərdir BC, yəni C orta nöqtədir. C orta nöqtənin koordinatlarını tapılır. X orta bərabərdir 2 üstəgəl -6 bölü 2. Budur -2. Y orta da bərabərdir 8 üstəgəl 12 bölü 2. Bu 10. Deməli C nöqtəsində orta nöqtənin koordinatları -2 və 10'a bərabərdir. Bir də paralel keçirmədə A nöqtəsi AB parçasının orta nöqtəsinə keçir. Yəni A nöqtəsi koordinatları 2, 8 olan A nöqtəsi keçir. Baxın bu C nöqtəsinə. -2 koordinatları olan C nöqtəsinə. İndi biz bu paralel keçirmədə A ilə B-ni tapmalıyıq. X eşitdir bərabərdir X üstəgəl A, Y eşitdir bərabərdir Y üstəgəl B. X eşitdir sonraki -2 X əvvəlki 2 üstəgəl A. Y eşitdir sonraki 10, Y əvvəlki 8. Deməli A bərabər olur -4'ə, B bərabər olur 2'yə. A'nı B'ni tapdıq. İndi M nöqtəsi. M nöqtəsinin koordinatları 1, 7. Bu paralel keçirmədə, yəni A'sı -4, B'si isə 2 olan paralel keçirmədə. M nöqtəsi hansı nöqtəyə keçəcək? A'nın aksisinin üzərinə gəlirik. 1'in üzerine -4 əlavə edirik. Olur -3. B'ni də ordinatın üzerine 7'nin de üstünü 2 əlavə edirik. 9. -3, 9 nöqtəsinə keçir A variantı. 30. sual o x y müstəvisinin nəzərən M nöqtəsinə simmetrik olan nöqtə. Fəza koordinat sisteminə aid demişdik ki, x y müstəvisinə nəzərən deyəndə x y olduğu kimi qalır. Yəni bunlarla bizim işimiz yoxdur. Hansının adı çəkilməyibsə, həmin koordinat əksinə dəyişir. Aplikatın adı çəkilmir. M ştrix bərabərdir 0'dan -1 olduğu kimi qalır. Və 2 əksinə dəyişir. 2. 0, -1, 2. Y variantı. 31. Paralel keçirmədə -2, 1 nöqtəsi -1, 3 nöqtəsinə keçir. -1, 1 nöqtəsi bu paralel keçirmədə hansı nöqtəyə keçir? Deməli, X eşitdir bərabərdir X üstəgəl A, Y eşitdir bərabərdir Y üstəgəl B. Deməli, X eşitdir -1, -1 bərabərdir X -2 üstəgəl A, Y eşitdir 3, Y əvvəlkidir 1. A'nı B'ni tapaq. A bərabər olur 1'ə, B bərabər olur 2'yə. İndi bu paralel keçirmədə, yəni A'sı 1, B'si 2 olan paralel keçirmədə -1, 1 nöqtəsi. -1, 1 nöqtəsi hansı nöqtəyə keçəcək? A'nı gəlirik absisin üzərinə, -1'in üzərinə gedir 0, B'ni də gəlirik ordinatın üzərinə 3. 0, 3 A variantı. 32 də oxşar sualdır. Deməli, -1, 2 nöqtəsi paralel keçirmə zamanı keçib 2, 1 nöqtəsinə. Yəni X eşitdir bərabərdir X üstəgəl A üçün. Sonraki 2 bərabərdir əvvəlki -1 üstəgəl A. Sonraki Y1, əvvəlki Y2. Üstəgəl B. A bərabər olur 3'ə, B bərabər olur -1. Deməli, bu paralel keçirmədə -1, 3 nöqtəsi hansı nöqtə -1, 3 nöqtəsini keçər? Deməli, hansı nöqtəni biz bilmirik. X, Y götürək. Keçəcək -1, 3 nöqtəsinə. Deməli, A 3'ə bərabərdir. B isə -1'ə bərabərdir. Yenə də sonraki -1 əvvəlki X. Yəni, biz X'in üzərinə 3 əlavə edəndə -1'ə bərabər olmalıdır. X üstəgəl 3 bərabərdir -1. Buradan X bərabər olur -4'ə. Y üstəgəl. Deməli, bax bu Y üstəgəl B -1 bərabər olmalıdır bu sonrakine 3'ə. Deməli, Y də bərabər olur 4'ə. -4, 4. -4, 4. Bu da C variantı. 33. Y bərabər 2 rüsxətdə nəzərən A nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapın. Bunun hazır düsturunu da dedik biz. A, X, Y. Y bərabərdir A rüsxətinə nəzərən keçir A nöqtəsinə. Aksis olduğu kimi qalır. Ordinatı tapanda isə 2'ni vururuq A'ya. Çıxırıq əvvəlki ordinat. Bu düstur. Deməli, A'nın koordinatları 2, -1 idi.
Y bərabərdir 2 düz xəttinə nəzərən keçici açdıq nöqtəsinə absis olduğu kimi qalacaq. Ordinatı tapanda 2-ni vurub Y-yə 2-yə çıxıb əvvəlkinə -1. Bu da bərabər olur. Aşağıdan yazıq. Başlayıq. Absis 2, 4 çıxılsa -1, 5. Deməli, A nöqtəsi koordinatları 2 olan, 2 -1 olan A nöqtəsi keçici açdıq nöqtəsinə koordinatları 2, 1. Bu da olacaq C variantı. 34 də oxşar sualdır. A-Y, Y bərabərdir A düz xəttinə nəzərən keçir açdıq nöqtəsinə X olduğu kimi qalır. Y-2 bura açılsın, Y düstur ilə tapılır. Yəni A-nın koordinatları -3, -5. Y bərabərdir -2 düz xəttinə nəzərən keçici açdıq nöqtəsinə absis olduğu kimi qalacaq. -3, 2-ni vururuq A-ya, -2-yə olur. 2 vur, -2 çıxılsın Y əvvəlki, -5. Bu da bərabərdir. -4 + 5, 1. Deməli, çevriləcək -3, 1 nöqtəsinin olacaq Y variantı. 35. O, Y, Z müstəvisinə nəzərən A nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapıb. Y, Z-in adı çəkilir. Y, Z bunlar qalacaq. Dəyişən olacaq absis. Deməli, açdıq nöqtəsinin absis əksinə dəyişəcək -1, Y, Z 1, 1 olduğu kimi saxlanılır. -1, 1, 1. Bu da olacaq D variantı. 36-cı tapşırığa baxırıq. Şəkildə düzbucaqlı koordinat sistemində ABC düzbucağı üçbucağı verilmişdir. Bu üçbucağı saat əqrəbinin hərəkəti istiqamətində koordinat başlanğıca nəzərən 90 dərəcə döndərdikdə hansı üçbucaq alınır? Deməli, bax, bu düzbucaqlı üçbucaqdan söhbət gedir AC-B. ABC nöqtələri ordinat oxunun üzərindədir. Biz bunu koordinat başlanğıca nəzərən, baxın, O-ya nəzərən 90 dərəcə saat əqrəbinin hərəkət istiqamətində döndərməliyik. Yəni, bu zaman axı O-Y və O-X oxunun arasında bucaq ilə 90 dərəcədir də. Deməli, O-Y oxu, belə deyək, belə qatlanacaq sağa doğru saat əqrəbinin hərəkət istiqamətdən gəlib O-X oxunun müsbət yarımoqla üst-üstə düşəcək. Bu zaman A nöqtəsi, baxın, 2 vahid, 0, 2 yenidir A-nın koordinatları. A0, 2. A0, 2 ilə gəlib düşəcək, bax, bura. 2, 0, C. C'nin koordinatları 0, 5'dir. Bunun gəlib düşəcək 5 vahid sağa. 3, 4, 5. Buraya gəlib düşəcək C. Deməli, A burada olacaq, C burada olacaq. Və deməli, B nöqtəsinin koordinatlarına gəlin baxın. B nöqtəsinin koordinatları da 6, 5. 6, 5. B nöqtəsi də, baxın, buradan üzə aşağı gələcək. Yəni, AC, B-də neçə vahid deyilsə 6 vahid deyildi. 6 vahid aşağı düşəcək. 1, 2, 3, 4, 5, 6. Birləşdirib, baxın, belə bir üçbucaq alınacaq. Yəni, bu şahi şəkildə, çünki saat əqrəbinin hərəkət istiqamətində 90 dərəcə dönməlidir. Elə koordinat oxlarının arasındakı ucaqlığı 90 dərəcədir və elə bir O-Y-i gətiririk, qoyuruq O-X-in üzərində 90 dərəcə döndəririk. Bax, bu üçbucaq O-Y-in üzərində gəlir, düşür O-X-in üzərində belə baş aşağı şəkildə belə bir, yəni üçbucaq alınır. Biz bunu dəqiqliklə koordinatların düsturu ilə yerinə yetirə bilərik. Düstur belədir ki, əgər X-Y koordinatları saat əqrəbinin hərəkəti istiqamətində 90 dərəcə döndərmə zamanı, deməli, X və Y yerini dəyişir. X və Y yerini dəyişir. Y gəlir X-in yerinə. X gecə Y-in yerinə, amma X işarəsini əksinə dəyişir. Yəni, belə bir qaydamız. Yəni, 90 dərəcə dönmədə koordinatlar bu cür dəyişir. Əgər A-nın koordinatları 0, 2-dirsə, deməli, 90 dərəcə saat əqrəbinin hərəkət istiqamətində dönəndə Y gələcək X-in yerinə, X-ə gedəcək Y-in yerinə, işarəsini də dəyişəcək 0-0. B nöqtəsinin koordinatları əgər 6, 5-dirsə, çevriləcək 5, -6. C nöqtəsinin koordinatları əgər 0, 5-dirsə, 5 gələcək absisin yerinə, 0-da əks işarəyə keçəcək ordinatın yerinə. Gəlin bunu koordinat sistemində də qrup göstərir. Deməli, A nöqtəsi 2, 0, bax burada. C 5, 0, 3, 4, 5, bax burada. B 5, -6. 1, 2, 3, 4, 5, 6.
-6 yok burada. Eğer birleştirse 2 verir üçbucağı. Bakın həmin üçbucaq alınır. Bak bu da dəqiqliklə yəni koordinatlarına görə koordinatların 90 dərəcə çevrilməsi zamanı baxın dəyişmə qanununa görə biz nöqtələri dəyişdirdik və üçbucağı qurduq. Baxırıq bu hansı variantdadır. Baxın B variantına uyğun gəlir. Deməli 37-də deyilir ki, şəkildə düzbucaqlı koordinat sistemində ABC düzbucağı üçbucaqlı verilmişdir. Bu üçbucağın saat əqrəbinin hərəkətinin əksi istiqamətində koordinat başlanğıca nəzərən 90 dərəcə döndərdikdə hansı üçbucaq alınır? Burada əksi istiqamətdə demişik. Yəni saat əqrəbinin əksi istiqamətində. Yəni bax bu OY oxunun müsbət yarımoxu 90 dərəcə döndükdə 90 dərəcə döndükdə gələcək düşəcək OX-ın mənfi yarımoxu ilə üst-üstə. O zaman bax bu AC qatidir. AC qatidir. A nöqtəsi 0,2 idi də 0,2 idi. Bax bura mənfi 2 sıfır gəlib düşəcək. A nöqtəsi. C 0,5 idi gəlib mənfi 1 sıfıra düşəcək. Deməli mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5. Baxın C gələcək. Bax bu olacaq. C burada olacaq. Bax bu olacaq AC. Və BC-nin də deməli burada B nöqtəsinin aksisi 6 idi. Baxın hündürlüyü bu bizden 6 olacaq. 5 idi. 1 vahid yukarı. 1 vahid yukarı da burada. Olacaq 1. Birləşdirəndə belə bir çıxacaq yaranacaq. Əks istiqamətdə döndük. İndi biz bunu koordinatları ilə də göstərək. Baxın X, Y əgər 90 dərəcə çevrilmədə iştirak edirsə, yəni əks istiqamətdə əks. Bu zaman X Y keçir, amma Y bu zaman işarəsinin əksinə dəyişir. Mənfi Y X belə olur. Məsələn, A-nın koordinatları əgər 0,2-dirsə, deməli, əks istiqamətdə 90 dərəcə döndükdə 2 mənfi 2 olaraq keçəcək aksisin yerinə, 0 da keçəcək Y-in yerinə. B nöqtəsinin koordinatları əgər 6-5-dirsə, 5 əksinə işarəsini dəyişərək keçəcək aksisin yerinə, 6 da keçəcək ordinatın yerinə. C-nin koordinatları əgər 0-5-dirsə, eyni qayda ilə 5 əksinə mənfi 5 ilə aksisin yerinə, 0 da keçəcək Y-in yerinə. Koordinat sistemində gəlin qurulmasına da baxaq. Deməli, bu koordinat başlanğıcı A-nın koordinatı mənfi 2 sıfır olacaq, bax burada olacaq. C mənfi 5 sıfır olacaq, 3, 4, 5 burada C olacaq. B də mənfi 5, 6. Mənfi 5, 6, 6 var yuxarı. 2, 3, 4, 5, 6. Bax B də olacaq burada. Birləşdirsək, baxın həmin çıxıcı alınır. Yəni siz başa düşürsünüzsə, şahid şəkildə də variantı seçə bilərsiniz. Bu da koordinatların qurulması ilə dəqiqliklə həmin çıxıcı saat əqrəbinin hərəkətinin əks istiqamətində keçəcək, çevriləcək. Bax bu üçbucağı. Bu da bizə hansı variantda verilmişdir? Baxaq D variantında. 38-ci məsələyə baxırıq. Üçbucağın təpələri O, A və B nöqtələrindədir və paralel köçürmədə A nöqtəsi A, O, B düzbucağı üçbucağın təpələrdən keçirmə nöqtəsini keçir. Bu üçbucağın xarici çəkilmiş yerlərin mərkəzi hansı nöqtəyə keçir? Deməli, təpələrdən biri O nöqtəsindədir, koordinat başlanğıcındadır. Gəlin biz düzbucaqlı koordinat sistemində bu üçbucağı quraq və şəkil üzrə danışaq. Təpələrdən biri koordinat başlanğıcında, digəri 0,6. Deməli, 1, 2, 3, 4, 5, 6. Baxın, A nöqtəsi buradadır. Məsafə 6-ya bərabərdir. 1, 2, 3, 4, 5, 6, 7, 8. B nöqtəsi də baxın buradadır. OB kateti 8-ə bərabərdir. A ilə B-ni birləşdiririk, alınır. Baxın bu A-B düzbucaqlı üçbucağı. Və hipotenuzunda 6-8-i hipotenuzunda tapa bilərik o. Tənbələnlərdən danışılır. Bu deməli tənbələnlərin keçirmə nöqtəsi onun daxilinə çəkilmiş çevrənin mərkəzi olur. Deməli, gəl tənbələnləri göstərək. Tənbələnləri göstərək. Tənbələnlərin keçirmə nöqtəsi.
onun daxilinə çəkilmiş çevrənin mərkəzinə düşməlidir. O nöqtəsinə. Bu çevrədə düzbucaqlı süzən daxilinə çəkilir. Bizdə çevrənin düzbucaqlı süzən daxilinə çəkilmiş çevrənin radiusu düsturunu veririk. Katetlərinin cəmi çıxılsın hipotenus bölünsün 2. Yəni katetlər 6, 8, topladığımdır, çıxırıq 4 bölü 2'ye 2. Radius bərabər olur 2'ye. Biz radiusu burada göstərsək əgər, bu radiusdur. Bax, bu radiusdur. Radiusda tapdıq, bir bərabərdir 2'ye. Deməli, bax, buradan buraya qədər məsafə 2'dir. Yəni, buradan buraya qədər məsafə 2. Onda koordinat 2'dir. Bu da 2'dir. 2'dirsə, onda burada da koordinat 2'dir. Deməli, o nöqtəsinin, yəni çevrənin mərkəzi o nöqtəsi O1 yazaq bunu. Çevrənin mərkəzi O1 nöqtəsinin koordinatları 2, 2. Və bizə nə deyilirdi? Bir paralel köçürmədə A nöqtəsi AOB düzbucaqlı süzən tənbələnlərinin kesişmə nöqtəsinə keçir. A nöqtəsinin koordinatları 0, 6. A nöqtəsinin koordinatları 0, 6. Paralel köçürmə zamanı keçib O1 nöqtəsinə çevrənin mərkəzi olan O1 nöqtəsi. O1 nöqtəsinin də koordinatları oldu 2, 2. Deməli, biz bu paralel köçürmədə x işlək bərabərdir x üstə gəlir. Y işlək bərabərdir y üstə gəlir. B düsturlardan A və B-ni tapa bilərik. Sonraki 2'dir, x eşittir 2'dir, x əvvəlki 0'da üstə gəl A. Deməli, A 2'ymiş. Y eşittir 2'dir, y 6'dır, 6 üstə gəl B. Deməli, B-də mənfi 4'ymiş. A-nı B-ni tapdıq. İndi bizə deyir ki, bu üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi hansı nöqtəyə keçər? Deməli, düzbucaqlı üçbucağın xaricinə çevrə çəkiləcək. Düzbucaqlı üçbucağın xaricinə çevrə çəkiləcəksə, onun mərkəzi düşəcək hipotenusun orta nöqtəsinə. Yəni, böyük yer baxımına bərabər olacaq. Deməli, bu orta nöqtənin koordinatlarını tapmalıyıq. Orta nöqtənin də koordinatlarını tapdıqda A və B nöqtələrinin koordinatlarını toplayıb 2'ye bölmək lazımdır. Deməli, A nöqtəsinin absisi 0, koordinatı 6 idi. 6, B-nin də deməli, absisi 8 idi. 6 üstə gəl 8 bölü 2. Yəni, bax, burada göstərək. A-nın koordinatları 0, 6. B-nin də koordinatları 8, 0. Yəni, orta nöqtənin koordinatları. Absisləri topladıq. 0 üstə gəl 8 bölü 2. Koordinatları topladıq. 6 üstə gəl 0 bölü 2. Deməli, 4, 3 oldu. Bax, orta nöqtənin koordinatları oldu 4, 3. Həmin, bax, bu 4, 3 bir hansına B keçəcək. 4, 3. Bu paralel köçürmədə A-sı 2, B-si mənfi 4 olan paralel köçürmədə keçəcək. 4 üstə gəl 2, 6, 3 üstə gəl mənfi 4, mənfi 1. 6 mənfi 1 nöqtəsinə. Bu da D variantı. %39 uyğunluqda koordinat aşınacaq nəzərən simmetrik olan M və N nöqtələri üçün uyğunluğu müəyyən edir. Deməli, M nöqtəsinin koordinatları əgər x, y-dirsə, koordinat aşınacağına nəzərən, yəni O nöqtəsinə nəzərən simmetrik çevrilirsə, N nöqtəsinə, biz onun demişdik ki, absis və ordinat hər ikisi əksinə dəyişir. Baxırıq, M nöqtəsində 5, N nöqtəsində x. Absis də əksinə dəyişməlidir. Ordinat da əksinə dəyişməlidir. X olacaq 5'in əksi mənfi 5. Y olacaq mənfi 7'nin əksi 7. Mənfi 5, 7. Bunların hasili və cəmi verilir. Baxın, hasil verilir B. Cəmi də 2. Cəmi də 2. B, C. Bir uyğun gəldi. B, C. İkincisi də deməli, X olacaq mənfi 4'ün əksi 4. Y də olacaq mənfi 8'in əksi 8. Bunların hasılı 32, cəmi isə 12. Cəmi 12 var. Yerində. Üçüncü. Deməli, x olacaq mənfi 6'nın əksi 6, y də olacaq onun əksi mənfi 10. Hasili mənfi 60, cəmi mənfi 4. Da oxşar sualda M nöqtəsinin koordinatları x, y və koordinat aşınacaq nəzərən O nöqtəsinə nəzərən çevrilibsə M nöqtəsinə absis əksinə dəyişəcək, koordinat da əksinə dəyişəcək. Birinci,
Abssis x olacaq 3'ün eksi mənfi 3. Y də olacaq 9'un eksi mənfi 9. Hasili 27 cəm mənfi 12. A, B uyğun gəldi birinci. İkinci x olacaq mənfi 11'in eksi 11. Y də olacaq 5'in eksi mənfi 5. Hasil mənfi 51 cəm 6. Cəm 6 seyret. Üçüncü x mənfi 2'nin eksi 2. Y də 8'in eksi mənfi 8. Hasil mənfi 16 cəm mənfi 6. 20. 41. Deməli, bu düsturlarla verilən paralel köçürmələr üçün uyğunluğu müəyyən edin. Birincidə A nöqtəsi koordinatları 2, 3, 4. Şimdi baxırıq. X iştirak bərabərdir, x çıxılsın 2. Əgər x iştirak bərabərdir, x çıxılsın 2-dirsə, deməli A mənfi 2'dir. Y iştirak bərabərdir, y üstəgəl 1. Deməli B 1'dir. Z iştirak bərabərdir, z üstəgəl s. S deməli burada mənfi 1'dir. Baxırıq A nöqtəsinə. A nöqtəsi koordinatları 2, 3, 4. Keçəcək. Görək hansı nöqtəyə? Baxaq. Mənfi 2 üstəgəl 2, 0. 1 üstəgəl 3, 4. Mənfi 1 üstəgəl 4, 3. 0, 4, 3 nöqtəsinə. Bu da baxın D'dir. Deməli keçəcək D nöqtəsinə. A keçir D nöqtəsinə. Bir də uyğun gəlir C. Sonra burada B nöqtəsi C nöqtəsinə keçir, C nöqtəsi D nöqtəsinə keçir. Yəni bunlar da var. B C'yə keçəcək. Baxaq görə D'yə. Deməli A mənfi 2 idi. 0 üstəgəl mənfi 2, mənfi 2 verəcəksə, yəni bu dəqiqlikdə yoxdur. Bu uyğun gəlmir. C D'yə keçir, yoxlayaq. 1'in üzərinə mənfi 2 gəldi, mənfi 1. D'də 0'dır, yəni bunlar uyğun gəlmir. İkinciyə keçirik. Deməli A nöqtəsi 3, mənfi 3, 0. Deməli baxaq. Mənfi 2 üstəgəl 3, 1. 1 üstəgəl mənfi 3, mənfi 2. Mənfi 1 üstəgəl 0, mənfi 1. 1, mənfi 2, mənfi 1. Baxaq B. Deməli keçib B'yə. Deməli A nöqtəsi B nöqtəsini keçir. A bəndi. Digərlərində daha B C'yə keçir. Buna da baxaq. Deməli B C'yə keçirsə, deməli 1'in üzərinə mənfi 2 gəldi, mənfi 1 uyğun gəlir. Mənfi 2'nin üzərinə 1 gələndə mənfi 1, bax bu da uyğun gəlir. Mənfi 1'in üzərinə mənfi 1 gələndə mənfi 2, bu da uyğun gəlir. B C'yə keçir. Bu da uyğun gəlir. 2'yə uyğun gəldi A, D. C D'yə keçir. Mənfi 1'in üzərinə mənfi 2 gələndə mənfi 3 eləyir. Yəni uyğun gəlmədi. Keçdi üçüncüyə. Üçüncüdə deməli A nöqtəsi 0, 2, 4. Deməli görək hansı nöqtəyə keçir. Mənfi 2 üstəgəl 0. Mənfi 2. 2 üstəgəl 1, 3. 4 üstəgəl mənfi 1, bu da 3. Mənfi 2, 3, 3. C nöqtəsinə. Deməli A keçir C'yə. Baxaq, bu B bəndi. C nöqtəsi D'yə keçir, bunu da yoxlayaq. Mənfi 2'nin üzərinə mənfi 2 gəldi, mənfi 4. Amma bu da 5'dir. Uyğun gəlmir. Deməli 1'ə uyğun gəldi C, 2'yə A, D, 3'ə də B. Keçirik 2'yə. Deməli, yenə də düsturlar verilir bizə. Bu düsturlarla verilən paralel köçürmək üçün uyğunluğu müəyyən edin. Əvvəlcə düsturlara baxaq. X iştirak bərabərdir, x üstəgəl 2. Deməli A-sı 2'dir. Y iştirak bərabərdir, y çıxılsın 3. B mənfi 3'ə bərabərdir. Z iştirak bərabərdir, z çıxılsın 1. C də burada mənfi 1'ə bərabərdir. Baxırıq birinciyə. A nöqtəsinə. A nöqtəsinin koordinatları 2, 7, mənfi 4. Baxaq görək hansı nöqtəyə çevriləcək. 2 üstəgəl 2, 4. 7 üstəgəl mənfi 3, 4. Mənfi 4 üstəgəl mənfi 1, mənfi 5. Deməli 4, 4, mənfi 5. Baxın C'yə. Deməli C nöqtəsinə. A keçir C nöqtəsinə. 1'ə uyğun gəldi A. Və digərinə də baxaq. C də D'yə keçir. Baxaq C D'yə keçir. 4'ün üzərinə 2 gələndə 1 ola bilməz. Deməli
uygun gelmedi. B D'ye getir. Bakın B D'ye getir. Mənfi 1'in üzerine 2 geldi 1 olar. 4'ün üzerine mənfi 3 geldi 1 olar. Mənfi 2'nin üzerine mənfi 1 geldi mənfi 3 olar. Deməli B nöqtəsi koordinatları mənfi 1, 4, mənfi 2 geçecek D nöqtəsinə. Çünki mənfi 1'in üzerine 2 əlavə edilir 1, 4'ün üzerine mənfi 3 əlavə edilir 1, mənfi 2'nin üzerine mənfi 1 əlavə edilir mənfi 3. B keçir D nöqtəsinə. Deməli A'ya bir uygun geldi. Keçir ikinciye. Bu birinci oldu. İkincide A nöqtəsinin koordinatları mənfi 1, 0, 10. Deməli, baxın. A2'de mənfi 1 üstə gəl 2. 1'e çevrildi. 0 üstə gəl mənfi 3. Mənfi 3, 10 üstə gəl mənfi 1, 9. 1 mənfi 3, 9. Baxın D'dir. Deməli, A çevrildi bu paralel keçirmədə B nöqtəsinə. A B nöqtəsinə keçir. Deməli 2'ye uygun geldi B. C D'ye geçir. Bunu da yoklayalım. 11'in üzerine 2 əlavə etsək 13. Mənfi 2'nin üzerine mənfi 3 əlavə etsək mənfi 5. Deməli 3'ün de üzerine mənfi 1 əlavə etsək 2. Bu da uygun gelir. C nöqtəsi 11, mənfi 2, 3. Çevrilir D nöqtəsinə. 11'in üzerine 2 əlavə etsək 13. Mənfi 2'nin üzerine mənfi 3 əlavə etsək mənfi 5. 3'ün üzerine mənfi 1 əlavə etsək 2. Keçir D nöqtəsinə D bəndi. Bu da uygun gelir. İkinciye. Üçüncü. Deməli A nöqtəsi koordinatları mənfi 8, 8, 0. Bak görək hansı nöqtəyə keçir. A'sı 2 idi. Mənfi 8 isə gəl 2, mənfi 6. Bir mənfi 3 idi. 8 üstünə mənfi 3, 5. 0'ın üzerine mənfi 1, mənfi 1. Baxaq mənfi 6, 5, mənfi 1 D nöqtəsinə keçir. Deməli A keçir D nöqtəsinə. Bu da C bəndi. 3'e de uygun geldi C bəndi. Deməli 1'e A'yı, 2'ye B'di, 3'e C. Devam ederek geçirik. 43'e. M nöqtəsinə nəzərən simmetrik olan A1 və A2 nöqtələri arasında uyğunluğu müəyyən et. Deməli, orta nöqtə M'dir. Bunu ixtiyari bir parça çəkirəm. Uç nöqtələrindən biri A1'dir. Koordinatları x1, y1. Digəri B1, A2'dir. Digəri A2'dir. Koordinatları x2, y2. Bu nöqtələr M nöqtəsinin simmetrikdir. Deməli M tən orta nöqtə olmalıdır. Tən orta nöqtə. Yəni bax bu iki parça birbirine beraber olmalıdır. M'in de koordinatlarını bize verir. 3 mənfi 2. Deməli biz orta nöqtənin koordinatlarını istifadə edəcəyik. Orta nöqtənin koordinatları demiştik ki x orta beraberdir. X1 üstə gəl, x2 bölünsün 2. Y ortada beraberdir. Y1 üstə gəl, Y2 bölünsün 2. Deməli x orta 3 beraberdir. Deməli birinci tapşırıq üçün A1'i verib 1, 2. Deməli 1 üstə gəl, x2 bölünsün 2. Buradan 1 üstə gəl, x2 beraberdir 6, x2 beraberdir 5. Şimdi y'e bakalım. Y2 2 beraberdir. Daha doğrusu orta nöqtə mənfi 2 beraberdir. 2 üstə gəl, y2 bölünsün 2. 2 üstə gəl, y2 beraberdir mənfi 4. Y2 beraberdir mənfi 6. Deməli A1 nöqtəsi 1, 2'dirsə, onda A2 nöqtəsinin apsisi olur 5, koordinatı olur mənfi 6. 5 mənfi 6 baxın D bəndir. Deməli 1'e uygun geldi D bəndir. İndi keçir ikinciye. İkincide A1'in koordinatları 4, 0. X ortada məlumdur. 3 mənfi 2. Deməli 3 beraberdir. 4 üstə gəl, x2 bölünsün 2. Deməli x2 burada beraber olur. 6 0, 2. Deməli x2 2'dir. Y orta mənfi 2. Mənfi 2 beraberdir. Y1 0'dır. 0 üstə gəl, Y2 bölünsün 2. 2'ni mənfi 2'ye vurup mənfi 4. Y2 beraber olur. Mənfi 4'dür. Deməli A2 nöqtəsinin koordinatları olur 2, mənfi 4. 2 mənfi 4 olur. Y variantı. Keçirik üçüncüsünə. Deməli A1 0,5'dir.
orta nöqtəsi M 3 mənfi 2. 3 bərabərdir 0 üstə gəlir x2 bölünsün 2. x2 bərabər olacaq 4'ə. Daha doğrusu 6'ya. x2 bərabər olur 6'ya. Mənfi 2 bərabərdir. y1 5'dir. 5 üstə gəlir y2 bölünsün 2. y2 bərabərdir mənfi 9. Deməli, A2 nöqtəsinin koordinatları olur 6 mənfi 9. 6 mənfi 9 da C variantı. M nöqtəsinə nəzərə simmetri olan AB və A2 nöqtələr son uyğunluğu müəyyən edin. Oxşardır. Deməli, oxşar tapşırılır. Simmetriya mərkəzi bax burada M nöqtəsidir. Bir dənə parçanın üzərində göstərir. Bax, tən orta nöqtə M nöqtəsidir. 1 mənfi 3. Bu parçaların uzunluğu birbirine bərabər olmalıdır. A1 M. A1 x1 y1 A2 x2 y2. Deməli, birinci çalışma üçün A1'i verilir. 2 0. 2 0. Orta nöqtədə məlum bizə A2'ni tapmalıyıq. Deməli, orta nöqtə 1 bərabərdir. x1 üstə gəlir, yəni 2 üstə gəlir x2 bölü 2. Buradan x2 bərabərdir 0. Sonra mənfi 3 y1. Deməli, koordinatı üçün. Deməli, y1 y2 0'dır. Üstə gəlir y2 bölü 2. y2 bərabər olur mənfi 6'ya. Deməli, A2 nöqtəsinin koordinatları 0, mənfi 6. Mənfi 6 olur Y bəli. Keçin ikincisine. İkincisində A1'in koordinatları mənfi 3, 2, M orta, 1, mənfi 3. Bizdən A2'ni soruş, M orta bərabərdir. Mənfi 3 üstə gəlir x2 bölünsün 2. Deməli, mənfi 3 üstə gəlir x2 bərabərdir. 2 olsun 1, 2, x2 də bərabər olur 5'ə. Sonra mənfi 3 bərabərdir. y1 2 üstə gəlir y2 bölünsün 2. 2 üstə gəlir y2 bərabərdir. 2 olsun mənfi 3, mənfi 6. y2 bərabər mənfi 6 2 çıxıb mənfi 8. Deməli, A2 nöqtəsinin absisi 5, koordinatı mənfi 8. 5 mənfi 8 belirli. Geçelim üçüncüsünü. A1 0 5. M orta. M orta 1 mənfi 3. Deməli, 1 bərabər 0 üstə gəlir x2 bölünsün 2. x2 bərabər olur 2'ya. Y mənfi 3 bərabərdir. y1 5. Üstə gəlir y2 bölünsün 2. y2 bərabər olur mənfi 6 5 mənfi 11. Deməli, A2 nöqtəsinin absisi 2, koordinatı mənfi 11. 2 mənfi 11 bu da olur A bəndi. A və B nöqtələri üçün uyğunluğu müəyyən edin. Deməli, baxın, A və B nöqtələrinin koordinatlarına. Absis əksinə dəyişir, koordinat da əksinə dəyişir. Deməli, A və B nöqtələri koordinat daşıyıcı nəzərə simmetrikdir. Birə uyğun gəldirsə, ikincide absis eksinə dəyişir, ordinat olduğu kimi qalır. Bu zaman ordinat oxuna nəzərən, deməli, o y oxuna nəzərən simmetrik olur, 2'ye uyğun gəlir A. Üçüncüdə mənfi 6 olduğu kimi qalıb, amma ordinat eksinə dəyişir. Bu zaman absis oxuna nəzərən, o x oxuna nəzərən simmetrikdirlər. Deməli, 3'ə də uyğun gəldi B. Digərlərinə baxırıq. Deməli, y bərabər x sifətlərə nəzərən simmetrikdir. Y bərabər mənfi x sifətlərə nəzərən simmetrikdir. Baxın, y bərabərdir x sifətlərə nəzərən simmetrik olanda demişdik ki, y və x yerini dəyişir. Yəni, x mənfi 5 idisə, y mənfi 5 olur. Y 5 idisə, x 5 olur. Yəni, A-da x mənfi 5, y 5 idi. B-də, deməli, y mənfi 5 olacaq. X 5 olacaq. Baxaq, A-da mənfi 5, 5, B-də 5 mənfi 5. Deməli, birinciyə bu da uyğun gəlir.
Y bərabər x üstədən nəzərən simmetrik. Deməli, bir uyğun gəldi C ilə D. 46-da baxırıq. -7, 3, -7, -3. Absis olduğu kimi qalıb ordinat əksinə dəyişir. O x baxımdan nəzərən simmetrikdir. Birə uyğun gəldi C. Deməli, ilk bərabər x müstəvindən nəzərən olanda yerləri dəyişirdi. Burada işarə dəyişkənliyi də var. İkincide 9, -9, -9, 9. Deməli, absis də əksinə dəyişib, ordinat da əksinə dəyişib. Koordinat başlanğıca nəzərən simmetrikdir. 2-də Y. Və burada nəyə fikir veririk? Deməli, ikincidə x 9 idi, y -9 idi. B nöqtəsində isə x -9'dur, y 9'dur. Yəni, y gəlir x-a, x də gəlir y-ə. Deməli, x, y bərabərdir, x müstəvindən nəzərən simmetrikdirlər. Deməli, 2-yə A uyğun gəlir. Üçüncüyə baxırıq, 8, -4, -8, -4. Ordinat olduğu kimi qalıb, absis əksinə dəyişir. O zaman o y baxımından nəzərən simmetrik olur. Üçə də uyğun gəlir D-lərdir. Y bərabər -x müstəvindən nəzərən simmetrik olanda həm yerini dəyişirlər, həm də işarəsini dəyişirlər. Üçə uyğun gəlmir, 2-yə də uyğun gəlmir. Burada da həm yerin, həm işarəsini dəyişir. Bu da uyğun gəlməyəcək. 47-də A və B nöqtələri o x baxımından nəzərən simmetrikdir. O x baxımından nəzərən simmetrikdirsə, x olduğu kimi qalır. Yəni, A 3-ə bərabər olur, B əksinə dəyişir. -5. Deməli, hasil -15 yoxdur, cəm -2. 1-ə uyğun gəldi D. Koordinat başlanğıca nəzərən simmetrikdir. İkincidə koordinat başlanğıca nəzərən deyəndə hər ikisi dəyişir. B olur -1, A da olur 4. Hasil -4 var. Cəm 3, o da var. A, Y. 2-yə uyğun gəldi A, Y. Üçüncüdə y bərabər x müstəvindən nəzərən. Y x-ə gedəcək, x y-ə. Deməli, A burada x idi, B-də isə y 2-dir. Deməli, A olacaq 2. X-lə y yerini dəyişəcək. B x idi, burada -3 y-dir. B-də olacaq -3. Deməli, hasil -6 var. Cəm -1 yoxdur. Deməli, hasil -6 B. Üçə də uyğun gəldi B. 48. Birincidə ordinat oxuna nəzərən, yəni o y nəzərən simmetrikdir. O zaman absis əksinə dəyişməlidir. A2'nin əksi olacaq -2. Ordinat olduğu kimi qalır. Hasil -6 yoxdur, cəm 1. Deməli, 1'ə uyğun gəldi C. Koordinat başlanğıca nəzərən simmetrik, hər ikisi əksinə dəyişəcək. B -2 olacaq, A olacaq 5. Hasil -10, cəm 3. Cəm 3, A gəldi. Deməli, üçüncü. Y bərabər -x müstəvindən nəzərən simmetrikdir. Bu zaman y x həm yerini dəyişir, həm işarəsini dəyişir. Deməli, A 3 olacaq, amma əksi işarəsini də dəyişəcək. -3. B də -1 əksi yerini 1 olacaq. -3 bir hasil -3, cəm -2, B ilə Y. B-yə uyğun gəldi üçüncü. Keçirik 49-cu uyğunluğa. ABCD kvadratının diagonallarının kəsişmə nöqtəsi koordinat başlanğıcındadır. Buna nəzərən biz uyğunluğu müəyyən etməliyik. Deməli, diagonal çəkirik, AC diagonalının və BD diagonalının. Diagonallar koordinat başlanğıcında kəsişir. Deməli, nəyə fikir veririk? Bu diagonalların təmələn olduğuna A və AC diagonalı birinci və üçüncü rüblərin təmələnidir. Çünki burada 90 dərəcə yarı-yarı bölünür, 45-45 birinci və üçüncü rüblərin təmələnir. Biz bilirik ki, kvadratın diagonalları təmələnir. Bu da y bərabər x müstəvidir. Deməli, AC parçası diagonalı burada y bərabər x müstəvi rolunu oynayır. Həmin bax bu y bərabər x müstəvinə nəzərən
B ve D noktaları burada simmetriktir. Çünkü diagonallar kesişir ve kesişme noktasında beraber bulunur. O, B, O, D beraberdir. B ve D, B ve D. Birlik beraber x nisbeten nezara simmetriktir. Bir uygun geldi B bende. Deməli, O-Y oxunan nəzərən simmetrikdirlər. O-Y oxunan nəzərən simmetrik olan nöqtələrə baxırıq. Deməli, O-Y oxu burada kvadratın BC və AD tərəflərinin orta perpendikulyar rolunu oynayır. B və C nöqtələri O-Y oxunan nəzərə simmetrikdirlər. Bir də A və D nöqtələri. Baxırıq B və C, bir də A və D nöqtələri. Deməli, 2-yə uyğun gəldi A, Y. Üçüncü OX oxuna nəzər simmetrikdir. OX oxuna baxın. OX oxu da burada kvadratın tərəfinin orta perpendikulyarıdır. Deməli, A və B nöqtələri, bir də C və D nöqtələri OX oxuna nəzərən simmetrik nöqtələrdir. A və B nöqtələri, C və D nöqtələri. Deməli, uyğun gəldi burada C ilə D. Keçirik 50-ci soru. Burada düzbucaqlıdır. Baxın, ABCD düzbucaqlıdır. Koordinatları da görünür. Və diagonalların kesişmə nöqtəsi koordinat başlanğıcındadır. Yeni diagonallar çəkirik. ABC'ni birləşdiririk. D'ni birləşdiririk. Bu diagonallar koordinat başlanğıcında kesişir. Deməli, koordinatları gəlin yazaq. A'nın koordinatlarına baxaq. A'nın aksi -4 koordinatı -3. -4, -3. B. Apsisi -4 ordinatı 3. C'ye baxaq. C, B ilə ordinat oxuna nəzərən simmetrikdir. Baxın, apsisi 4 ordinatı 3. D nöqtəsi apsisi 4 ordinatı -3. Deməli, birincidə koordinat başlanğıcı nəzərən simmetrikdir. Koordinat başlanğıcı nəzərən simmetrik olanlar C ilə A-dır. Baxın, C və A. Deməli, A nöqtəsi C nöqtəsinə keçir. Y bəndi 1-ə uyğun gəlir. Y bəndi. Koordinat başlanğıcı nəzərən simmetrikdir. B və D nöqtələri. B və D. B və D yoxdur. Deməli, B uyğun gəldi Y. İkincidə paralel köçürmə verilir. Paralel köçürmə. X iştirak bərabərdir. X üstəgəl 8. Y iştirak bərabərdir. Y. Deməli, bu paralel köçürmədə A 8-dir. B burada 0. Şimdi baxaq. Deməli, -4-ün üzərinə 8 əlavə etsək 4 olmalıdır. -3-ün üzərinə 0 əlavə etsək elə -3. Deməli, bax, bu A və D nöqtələri. A, D-yə keçir. A, D-yə keçir. Bu gəldi ikinciyə uyğun. Sonra, deməli, yenə də üzərinə 8 gələndə, baxırıq, -4-ün üzərinə 8 gələndə 4, 3-ün üzərinə 0, 3. Deməli, B ilə C-yə də uyğun gəlir. Y C-yə keçir. Deməli, A və D uyğun gəldi ikinciyə. Üçüncüyə baxırıq. X iştirak bərabərdir X. Y iştirak bərabərdir X üstəgəl 6. Burada A 0-dır. B 6-dır. Deməli, baxaq. -4, -4. -3-ün də üzərinə 6 əlavə edəndə 3. Deməli, A və B nöqtələri. Baxaq. A keçir B nöqtəsinə. 3-ə uyğun gəldi B. Sonra, X eyni qalan 4 var burada. 3-ün də üzərinə, belə deyək, -3-ün üzərinə 6 əlavə edəndə 3 alınır. D nöqtəsi C-yə keçir. D C-yə keçir, bax, uyğun gəlir. Deməli, B C də uyğun gəldi üçüncüyə. Baxırıq 51-ci tapşırığa. A, O, B düzbucaqlı üçbucağında O, B 8-ə bərabərdir. Baxın, bu O, B kartetindən söhbət gedir. O, A 12-yə bərabərdir. Yəni uzunluğu. M nöqtəsi üçbucağın xarici çəkilmiş çevrənin mərkəzidir. Baxın, bu M nöqtəsi, bax, bu düzbucaqlı üçbucaqdır. Onun xaricinə çəkilmiş çevrənin mərkəzidir. Bu M nöqtəsi. Və hərəkət nəticəsində M nöqtəsi N nöqtəsinə keçib. İndi hələlik M nöqtəsinin koordinatlarını təyin edək. Biz bilirik ki, düzbucaqlı üçbucaq xaricində çəkilmiş çevrənin mərkəzi hipotenuzun orta nöqtəsidir. Yəni, burada M, A və B nöqtələrinin A və B nöqtələri M-ə nəzərən simmetrikdir. Yəni, burada B, A ilə bərabərdir. B-nin koordinatları burada 0, 8-dir. A-nın koordinatları isə 12, 0-dır. M də orta nöqtədir. Baxın, bu B, M, A ilə bərabərdir. Bunlar hər ikisi düzbucaqlı üçbucaq xarici çəkilmiş çevrənin radiuslarıdır. Deməli, M orta nöqtə olduğu üçün biz
0 ile 12'ni toplayıp 2'ye böldük. 6 apsisi olur 6 ve ordinatları 8 ile 0'ı toplayıp böldük 2'ye 4. Deməli ilikdə olur 4, 6, 4. M nöqtəsinin koordinatlarını tapırıq. 6, 4. Bax bu 6, 4 nöqtəsinə görə biz uyğunluq müəyyən edəcəyik. M nöqtəsi keçib hər hansı bir M, deməli M nöqtəsinə. Gəlin baxaq uyğunluğa. Deməli birinci M nöqtəsi 6, 4. Tapmışıq. Keçib M nöqtəsinə. M nöqtəsinin koordinatları -6, -4. -6, -4. 2 verilir. Apsis de eksini dəyişib, ordinat da eksini dəyişib. Bu da 1, 2. Deməli, koordinat başlamasa nəzərən olan eksiltmədir. Yəni, belə uyğun gəlirsə. Digər tərəfdən koordinat başlamasa nəzərən eksiltmə hərəkət. Bu zaman hərəkət o, y və o x odlarının nəzərən artıcıl eksiltmələrin nəticəsidir. Yəni, bu nə deməkdir? Əvvəlcə o y oxuna nəzərən simmetrik çevrilib, sonra alınan nəticə o x oxuna nəzərən simmetrik çevrilib. Gəlin baxaq. M nöqtəsi koordinatları 6, 4. Əvvəlcə o y oxuna nəzərən çevrilib. O y oxuna nəzərən çevriləndə apsis eksinə dəyişir. -6, 4. Sonra o x oxuna nəzərən alınan nəticə o x oxuna nəzərən dəyişir. Bu zaman -6 olduğu kimi qalır. -4. Yəni ordinat eksinə dəyişir. Olur -4, 2 verdiniz. Deməli koordinat başlanğıca nəzərən alan həmin bu simmetriya ki var. Bu o y və o x oxlarına görə ardıcıl həm də simmetrik çevrilmənin nəticəsi olur. Deməli, A da uyğun gəlir birinciyə. İkincidə, deməli, M nöqtəsi koordinatları 6, 4. Çevrilib M nöqtəsinə. M nöqtəsinin koordinatlarına baxın. -6, 4. Apsis eksinə dəyişib ordinat saxlanılır. Bu da verir ki, o y oxuna nəzərən, yəni eksiltmədir. O y oxuna nəzərən B variantı. Deməli, 2'ye uyğun gəldi B. Deməli, hansılar qaldı? B və Y. Y bərabər x plus xətdən nəzərən, Y bərabər x plus xətdən nəzərən sadəcə yerləri dəyişir. Bax, bu işarə dəyişkənliyi də var, uyğun gəlmir. Deməli, o x oxuna nəzərən də ola bilməz. Deməli, üçüncüsü, M nöqtəsi 6, 4 koordinatlar çevrilib. M nöqtəsinə koordinatlar 6, -4. Baxın, burada apsis olduğu üçün qalıb, ordinat eksinə dəyişir. Bu apsis oxuna nəzərən simmetrik çevrilmədir. Yəni o x oxuna nəzərən, bax, bu da Y variantıdır. Y bərabər x plus xətdən nəzərən olsa, baxın, bu da x və y yerini dəyişməliydi, amma uyğun gəlmir. Deməli, 1'ə A, 2'yə B, 3'ə Y uyğun gəlir. 52-ci tapşırığa baxırıq. Diaqramda A, B və C nöqtələrinin koordinatları verilmişdir. Paralel köçürmədə A nöqtəsi AB parçasının orta nöqtəsinə keçir. Bu paralel köçürmədə C nöqtəsi hansı nöqtəyə keçir? Deməli, nəyə baxırıq? X koordinatı, baxın, ağ rəngdə olan sütunlardır. Qara rəngdə olan sütunlar da Y koordinatıdır. Biz əvvəlcə nöqtələrin koordinatlarını qeyd edək. A nöqtəsinin apsisi. Apsisi 6, ordinatı 8. 6, 8. B nöqtəsinin apsisi 4, ordinatı 10. C nöqtəsi apsisi 5, ordinatı 9. İndi baxırıq. Paralel köçürmədə A nöqtəsi AB parçasının orta nöqtəsinə keçir. İndi AB parçasının orta nöqtəsinə baxın. Hər hansı bir AB parçası çəkirəm. Deməli, AB. Orta nöqtəsi olsun hər hansı bir D nöqtəsi. AD bərabərdir BD. Bax, orta nöqtəsinin koordinatlarını tapaq. A'nın koordinatları 6, 4. 6 + 4 bölü 2. 5. 8 + 10 bölü 2, 9. Deməli, D nöqtəsinin koordinatları oldu. 5, 9. Bu orta nöqtə. İndi paralel köçürmədə A nöqtəsi, bax, bu orta nöqtəyə keçir. A nöqtəsi hansı idi? 6, 8 koordinatı olan. 6, 8. Keçdi D nöqtəsinə. 5, 9. İndi biz buradan paralel keçirmək üçün A-nı B-ni uyğunlaşdırıb, yəni tapaq da x bərabər x plus gələ, y bərabər də x bölü B. X eşitdir 5'dir. 5 bərabərdir 6 üstə gələ. A deməli burada -1 imiş. Y eşitdir 9 bərabərdir y 8 üstə gəl B. B deməli 1 imiş. İndi bu paralel köçürmədə C nöqtəsi hansı nöqtəyə keçəcək? C nöqtəsinə baxırıq. Koordinatları 5, 9. Bu paralel köçürmədə, yəni
A'sı -1, B'si 1 olan paralel köçürmədə 5 üstünə gəl -1 olacaq 4, 9 üstə gəl 1, 10. Deməli keçəcək 4, 10 nöqtəsinə. 53. 53'də oxşar sualdır. A nöqtəsinin koordinatlarına baxaq. Absisi 7, ordinat 5. B nöqtəsi. Absis 4, ordinat 8. C nöqtəsi. Absis 9, ordinat 3. Paralel keçirmədə A nöqtəsi B nöqtəsinə keçir. A keçir B nöqtəsinə. Deməli, baxırıq. A'nın koordinatları 7, 5. Keçir B nöqtəsinə. 4, 8. X iştirak bərabərdir. X üstə gəl A. Y iştirak bərabərdir. Y üstə gəl B. X iştirak 4. 4 bərabərdir. 7 üstə gəl A. Deməli, A -3. 8 bərabərdir. 5 üstə gəl B. Deməli, B burada 3. Sualda deyilir ki, C nöqtəsinin keçdiyi nöqtə ilə A nöqtəsi arasında məsafəni tapın. İndi C nöqtəsinə baxın. C nöqtəsinin koordinatları 9, 3. Keçəcək hansı nöqtəyə? A'sı -3'dür. 9'un üstüne -3 gəlir 6. 3'ün də üstüne 3 gəlir 6. Deməli, C ilə keçir 6, 6'ya. Olsun hər hansı bir B nöqtəsi. İndi bizə deyir ki, C nöqtəsinin keçdiyi nöqtə ilə A nöqtəsi arasında məsafəni tapın. Yəni D nöqtəsi ilə A nöqtəsi arasında məsafə. A nöqtəsi 7, 5, B nöqtəsi 6, 6. Bunların arasındakı məsafə AD məsafəsi 2 kağıdında 7 çıxılsın 6'nın kvadratı. Gəl 5 çıxılsın 6'nın kvadratı. 2 nöqtə arasında məsafə düsturuna görə. Deməli 1 üstə gəldik. Bu da bizə verir kökdə 2. -54 A ve B nöqtələri verilmişdir. Paralel keçirmədə B nöqtəsi A nöqtəsinə keçir. Bu paralel keçirmədə AB parçasının orta nöqtəsi hansı nöqtəyə keçir? Deməli, B nöqtəsinin koordinatları -2, 7. Keçir A nöqtəsi. A nöqtəsi 10, -3. Deməli, baxalım bu paralel keçirməyə. X iştirak bərabərdir. X üstə gəl A. Y iştirak bərabərdir. Y üstə gəl B. X iştirak 10 bərabərdir. Kız -2. Deməli, A burada 12'ymiş. Y iştirak -3 bərabərdir. Y yəni 7. Üstə gəl B. B bərabərdir. -10. Və bu paralel keçirmədə AB parçasının orta nöqtəsi hansı nöqtəyə keçir? Biz AB parçasının orta nöqtəsinə baxaq. X orada bərabərdir. X1 üstə gəl X2 bölünsün 2. Yəni X orada bərabərdir. -2 üstə gəl 10 bölünsün 2. Bu bizə verir 4. Y orada bərabərdir. Y1 üstə gəl Y2 bölünsün 2. 7 üstə gəl -3 bölü 2. Bu da bizə verir 2. Deməli, bax bu orta nöqtə, yəni koordinatları 4, 2 olan nöqtə. Deyir, bu paralel keçirmədə, yəni A'sı 12, B'si -10 olan paralel keçirmədə 12 -10. Hansı nöqtəyə keçəcək? 4'ün üzərinə 12 əlavə edirik 16. 2'nin də üzərinə -10 əlavə edirik -8. Deməli 16 -8 nöqtəsinə keçir. Baxırıq 55-ci suala. Y bərabərdir. X kvadrat çıxılsın 4x üstə gəl 8 funksiyasının qrafikinin koordinat başlanğıca nəzərən simmetrik çevrilməsindən alınan parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. Deməli, biz koordinat başlanğıca nəzərən simmetriyada dedik ki, absisdə əksinə dəyişir, ordinatda əksinə dəyişir. Yəni, O nöqtəsinə nəzərən simmetriyada x, y çevrilir, -x, -y. Deməli, y-də əksinə dəyişəcək. Harada x varsa, onlar da əksinə dəyişəcək. Deməli, -x yazırıq burada da.
Yani x'in yerine mənfi x yazırıq. İşte 8. Sonra y'in de yerine mənfilik yazdırdık. X'ların da yerine mənfi x yazdık. Mənfi y beraberdir. X kvadrat. İşte 4x. İşte 8. Yani y beraberdir. Mənfi x kvadrat. Çıxılsın 4x. Çıxılsın 8. Yani ahırda bu şekilde düşür. Ve bize ne soruşur? Bu parabolanın tepe noktasının koordinatlarını tapın. Parabolanın tepe noktasının koordinatlarını düsturuna bilirik. Mənfi 1 bölünsün 2a. En beraberliği 4ac çıxılsın b kvadrat bölünsün 4a. Koordinatlar nedir burada? A'sı mənfi 1, b mənfi 4, c mənfi 8. Deməli, en beraberdir. B'nin yerine yazırıq mənfi 4. 2a, 2 bölü mənfi 2'ye mənfi 2. Bu da bize verir mənfi 2. Deməli, eni tapanda bu düsturlarda tapa bilərik və yaxud m'in qiymətini getirib harda x varsa yerine yaza bilərik. Çünki m ilə parabolanın tepe nöqtəsinin aksisidir. Yəni x'ların yerine yazmaq olur. Deməli, n bərabərdir. Harda x varsa yerine mənfi 2 yazacaq. Mənfi, bu mənfi qalır. X'in də yerine mənfi 2 yazırıq. Kvadratı. Çıxılsın 4 vurulsun mənfi 2. Çıxılsın 8. Deməli, n bərabərdir. Mənfi 4 üstə gəlir. 8 çıx 8. Bax, burada gedəndə n olur mənfi 4. Deməli, parabolanın tepe nöqtəsinin koordinatları olur mənfi 2, mənfi 4. Bizdən biri bu koordinatları soruşurdu. Keçirik 56-cı suala. K'nın hansı qiymətindən A və B nöqtələri koordinat başlanğıca nəzərən simmetrikdir? Dedik, koordinat başlanğıca nəzərən simmetriyada nöqtənin koordinatları hər ikisi əksinə dəyişir. Mənfi x, mənfi y olur. Deməli, baxın, A'nın apsisi mənfi 4'dür. B'nin apsisi k kvadrat çıxılsın 7k üstə gəl 14'dür. Deməli, əks olduğu üçün, yəni birində işarəni dəyişəcəyik. Yəni k kvadrat çıxılsın 7k bərabərdir. Daha doğrusu 7k üstə gəl 14 bərabərdir. Mənfi 4 yox, mənfi 4'ün əksini yazırıq. 4. Çünki apsis də əksinə dəyişməlidir. Buradan k kvadrat çıxılsın 7k üstə gəl 10 bərabərdir. Sıralanır. Hasil 10 cəm 7. Bu da 2 və 5'dir. K bölü 2, K2, 5. Ordinatda əksinə dəyişir. Ordinata fikir veririk. K kvadrat çıxılsın 8k üstə gəl 12 bərabərdir. 3 yox, 3'ün əksi. Mənfi 3. Çünki birlikdə görürsün, işarəsi əksi. Deməli, k kvadrat çıxılsın 8k üstə gəl 15 bərabərdir 0. Hasil 15 cəm 8. Bu da 3 ilə 5 ədədləridir. K3 olacaq 3, K4 də olacaq 5. Hər ikisində iştirak edən, hər ikisində yəni ortaq olanı götürməliyik. Deməli, K bərabərdir 5. Bizdən də K'nın qiymətini soruşur. Cavabımız olacaq 5. 57-ci sual. Simmetriya mərkəzi koordinat başlanğıcında olan ABCD rombunun C təpəsinin koordinatları 8, 0'dır. Daha C təpəsi koordinatları paralel götürmədə B06 nöqtəsi C nöqtəsini keçirsə, A nöqtəsi hansı nöqtəyə keçər? Deməli, burada söhbət nədən gedir? Yəni, rombdur, ABCD rombu, B və C təpəsi rombun təpələridir. Deməli, bu ardıcıldır A, B, C, D. Deməli, A təpəsi o x oxunun mənfi yarımoxu üzərindədir. D də o y oxunun mənfi yarımoxunun üzərindədir. Deməli, biz burada nə edirik? Deyirik ki, bu oxlar rombunun diagonalları rol oynayır. Diagonallar keçişir və keçiş nöqtəsində bərabər bölünür. Əgər sağdan 8-dirsə, soldan da məsafə eyni olmalıdır. Koordinat gedib düşəcək mənfi 8'ə. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8 deməli, bu da mənfi 8'də olacaq A. Mənfi 8, 0. O nöqtəsi. Təpənin biri budur. Deməli, burada nə deyilirdi? Paralel keçirmədə B nöqtəsi C nöqtəsinə keçir. B C nöqtəsinə keçir. O zaman A nöqtəsi hansı nöqtəyə keçir? Gəlin baxaq. B C'yə keçir. B'nin koordinatları 0, 6 keçib C nöqtəsinə. 8, bırak. 0, 8'e keçib. Deməli,
Paralel geçirmede A8'e beraberiymiş. 0'ın üstüne 8 geldi 8. 6 ise olur 0. Deməli 1 mənfi 6 imiş. 6 üstə gəl mənfi 6 olur 0. 8 mənfi 6. A8 ve mənfi 6. Bax, bu paralel keçirmədə bizə deyir ki, daha doğrusu A nöqtəsi hansı nöqtəyə keçər? A nöqtəsinin də koordinatlarını tapdıq ki, mənfi 8 0'dır. Deməli 8 6. Paralel keçirmədə 8 mənfi 6. Baxmışıq, onlara görə A nöqtəsi keçəcək. Deməli, mənfi 8 üstə gəl 8 0. 0 üstə gəl mənfi 6 mənfi 6. Yəni bu da olacaq D dəfəsinin koordinatları. Biz bu şəkil üzərində tapa bilərdik. Diagonallar kəsişir və kəsişmək dəsə yarıya bölünür. Yuxarıdan 6 çıxarsa bu da mənfi 6-ya gəlib düşəcək. Deməli, 3, 4, 5, 6. Bu da olacaq D nöqtəsi. D nöqtəsi 0, mənfi 6. Bax, bunları birləşdirsək, söhbət qurulumdan gedir. A, B, C, D və bizdən elə A nöqtəsi hansı nöqtəyə keçər bunu soruşurdu. Deməli, bizim cavabımız olur 0, mənfi 6. %58 sonuncu sualımızdır. Yəni, oxşar sualdır 57-də izah etdik. Simetri mərkəz koordinat başlanğıcıdır. ABCD rombunun C təpəsinin koordinatları 9 0'dır. Bax, C təpəsi buradadır. Və bu paralel keçirmədə B07 nöqtəsi keçir C nöqtəsinə, B keçir C nöqtəsinə. O zaman A nöqtəsi hansı nöqtəyə keçər? Biz A nöqtəsini təyin etməliyik yerini və koordinatlarını A nöqtəsi hardadır? Söhbət romundan gedir, ABCD romundan. Yəni bu ABC ardıcıl yazılmalı. Deməli, A bax buradadır. Bu X oxunun mənfi yarım oxunun üzərində. Deməli, oxular da romun burada olur, diagonallar. Diagonallar çünki simetriya mərkəzi deyir ki, koordinat başlanğıcındadır. Koordinat başlanğıcı simetriya mərkəzi üstə deməli diagonalların kəşfə nöqtəsidir. OC parçasının uzunluğu 9'dursa, OA parçasının uzunluğu 9 olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu mənfi 9 olacaq. Bu da A nöqtəsinin deməli absisi. Mənfi 9. Deməli, A nöqtəsinin koordinatları mənfi 9, 0. Bizə soruşur ki, A nöqtəsi hansı nöqtəyə keçəcək? Yəni, biz bunu ilə sahib bax, burada göstərə bilərik. A nöqtəsi hansı nöqtəyə keçəcək? İndi paralel keçirmədən danışır. Paralel keçirmənin gəlin yolu ilə baxaq. B nöqtəsinin koordinatları 0, 7 idi. Deməli, B nöqtəsi keçirdi C nöqtəsinə. C nöqtəsi də 9 0. O zaman 0 üzərində 9 əlavə olunur. 9 deməli A9-dur. 7-nin üzərində mənfi 7 əlavə olunur. 0 deməli B-də mənfi 7 imiş. O zaman A nöqtəsi mənfi 9. 0 nöqtəsi keçəcək. Mənfi 9-un üstünə 9 gəlsək 0. 0-ın üzərində mənfi 7 əlavə etsək mənfi 7. 0 mənfi 7 nöqtəsinə baxın. 7 vahid yuxarıda, 7 vahid aşağıda. 1, 2, 3, 4, 5, 6, 7. Mənfi 7. Bu da olacaq D nöqtəsi koordinatları 0, mənfi 7. Söhbət bu romundan gedir. Təpə nöqtələrini birləşdirsək, baxın. A, B, C, D romu. Bu sonuncu sualımızı izah edək. Gələn dəfəki dərsimizdə görüşənə qədər sağ olun, uşaqlar, salamat qalın.